Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla ve iadıyla beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 377. bölümün Allah'ın adı ve yadıyla başlayacağım. Gedək görək bu günləri bizim babalarımız, dünyaya hükümet eden babalarımız, dünyaya baş eğdiren babalarımız, dünyaya təslim olmayan babalarımız bizə hangi əsərləri yadigar qoyublar ki, biz onları görməklə, tanımaqla çətin dövrələrimizdə, yaşamımızın çətin dövrələrində ayaq üstə yenidən qalxa bilək. Keçənki cələsədə Risale-i Nuriyyə adında bir kitaba baxdıq. Bu kitab özü 5-6 risalədən ibarət idi. Mənə belə gəldi ki, bunun 3 əvvəlki risaləni bir şəxs yazıb, Məhəmməd Tahir Əfəndi adında bir, Əfəndi Qazizadə adında bir adam bunu yazıbdı ki, 1160-cı ildə vəfat eləyibdi. Yəni kitab üst-üstə 300 il öncə yaxın, biraz o yüz yazılmış bir kitabla qarşı-qarşıya gəldik. İrfani mövzularda yazmışdı. Əlbəttə bunun davamında bir neçədən də ayrı nüsxə var idi. Fikirəm ki 6 nüsxədən ibarət idi bu kitab. Risale-i Sirr-i Dövran, bu da Şeyx Əbdülqadir ibn Əş-Şeyx Şəhid Əbdullahın qələmi ilə yazılmış. O da 1162-də, yəni də 300 civarında, bu 300 il civarında öncələr yazılmış bir kitabla tanışırıq. Nüsxə 1311-də, bu nüsxə ki biz dünən oxuduq o kitabdan 1311-də yazılmışdır. Əlbəttə hər iki bu bölümlər ki oxuduq 6 kitab insafən çox sadə bir dil ilə yazılmışdı. Yəni mənim kimi savadsız bir adam onu oxuyanda çox daha müşkülə düşmədi. Gedək görək ki, Rovnəqül Bostan bugünkü kitabımız bizə nə deyir? Taza xəbər gəldi, onu gördüm. Ona görə Rovnəqül Bostan kitabını açaq görək ki, nə deyir? Əgər vaxtımız qalırsa, imkanımız olursa, bir dənə də ayrı kitaba baxmağa cəsarət verər özümüzə. Təəssüflə bu kitabda əvvəl kitabı kiçiklədək səhifəyə yerləşsin. Görək ki, bu kağız olaraq kitabxanada, hangi kitabxanada və nə şəkildə saxlanır. Təəssüf olsun ki, bu kitab yenə də müsəlmanların əlində deyil. Amerikada Princeton bilim yurdunda ya universitetəsində saxlanılır. Və Rovnəqül Bostan deyə kitaba ad verilmiş. İndi baxarıq görürük ki, nədir, nə deyil, onu sonra biz görərik. Cildin görürük kitabın, görün bizlərdə yekəlsə bu yer çox da şey olmasa. Cildi görürük. Bu cild bizə göstərir ki, kitab çox köhnədir. Cildi gönüymüş. Kağızın üstünə, kartonun üstünə, müqəvvanın üstünə gön yapışdırmışlar. Onun da üstünə Osmanlı dövründə suda çəkilən yağlı ehtimalən rəsmlərdən birini yapışdırmışlar ki, zaman içində bu da çürüyübdür, rəngi değişilib, çox değişilibdir. Rəngi ehtimalən mavi, kara ya sürməyi və kırmızı bir şeymiş, amma indi baxanda görürük ki, belə bir şey deyil. Rəhlər təqribən ağla qərə kimi bir şey görsənir. Biraz maviyə çalır, amma o qədər yox. Kitabın cildinin içində bir yazılar görürük latincə. Kim yazıb, da hangi zaman yazıb bilmirik. İkinci səhifəyə keçəndə görürük ki, 4 dənə möhür var burada. Mahir Divan deyə bir kitab ad yazıblar bunun üstünə. Mahir Divan. Bu silmağa da çalışıblar. Bunun üstündə yazı varmış, onları da silmağa çalışıblar. Hətta deyərəm, bəlkə bu möhürləri orada yazılar olan yerin silmağa çalışıblar, sonra da üstünə vurublar ki, o yazılar görməsin. Yəni beləsi mənə bir şey verir. Burada aşağıda böyük bir xətt ilə Mahir Divan katibi
deyə belə bir şey görsənir. Amma üstdə də kiçik xətt ilə vəqf məsələsini yazmışlar, siliblər. Əvqəfəl ibad oxunmur dahi buradan bu hissəsi. Tamam. Bu birisi nəmədə? Haza nüsxətü əhlil huri nəq bustan nəqələ ən ənavin əfəndi ya inayət əfəndi ehtimalən bilmirəm hangisi oxu. Fi şəhri Ədirnə dəh lillahi ruhəhu. Ehtimalən rəhəməllahu ruhəhu beləsi bir şey yazıblar, amma haza tüsəmməhu. Mən beləsi oxusam bəlkə şey ola. Əhli hurnəqbustan nəqələ ən inayədə əfəndi. Belə bir şeydir. İnayət olacaqdır, amma inayədə kimi oxunur ya belə bir şey. Fi şəhri Ədirnə. Hər halda belə bir şey yazılıbdır, oxuna bilmir. Kitabın özünə gedirik. Biraz kitab kiçilməlidir ki, səhvəyə yerləşsin. Kitabın özünün yazı olan bölümünə gedəndə səhvəni çox yekə götürüblər. Gözəl də bir iş görüblər əslində. Kitabın yazının dövrəsində 1, 2, 3, 4 cizgi ilə və rəhli cizgilərinə, yəni qərə, qırmızı və yenə qərə ehtimalən bir-birinin dibində mikrometr ilə, milimetrin mində biri ilə ölçmək aralıqla cizgilərlə bunun dövrəsində qab çəkiblər, çərçivə diziblər. Çox bir gözəl. Üstdə yazının başının üstündə Bismillahirrahmanirrahim çərçivəsi var. Özünün içində rəhliyiblər çərçivənin arasını. Sonra onun Bismillahın başının üstündə bir dənə ayrı bir ehtimalən kitabın adına bir yer varmış. Orada da bir yazı olsa da silinibdir. Mənə belə gəlir ki, yazı varmış, amma bu kitabda görsənmir. Çox sadə bir nəqqaşlıq, təzhib. Onun da üstündə Osmanlı dövründə raic olan günbəz kimi, məscid günbəzi, yəni cami günbəzi kimi bir günbəz və onun içində çox sadə bir nəqşə və bu qədər. Amma sadə, hər şey sadə. Yazı yoğun bir qələm ilə, əl yazısı, bəzi kəlmələrdən sonra virgül yerinə qırmızı nöqtə qoymaqları görürük. Nöqtələr sonradan qoyulmadı. Çünki kəlmələr o qədər bir-birinə yaxındır ki, nöqtəni qoyanda, yəni virgül yerinə nöqtəni qoyanda iki hərfin arasında ya iki kəlmənin arasında yer olmadığı üçün o iki kəlmənin üstündə qoyubdur. Bəzi kəlmələri qırmızı yazıbdır. Bunu görürük. Bəzi yerdə rəngin biraz yaxşı olmasına görə bəzi yerdə rəhlər biraz tər ilə falanla düşübdür, belə siliblər. Biz aracın rəng şey olubdur. Qırmızı rəhlərlə məmulən üstdəki yazı, danışıq bitib aşağıdakı başlayacaq. Bunlar ikisinin arasında olmaq üçün qoyulub. Bəzi kəlmələrin başı üstündə, öz üstünə yox, başının üstündə qırmızı xətlər çəkməklə onlara barmaq basıblar və onlara təkid eləyiblər. Bunu görürük. Kitab adı Ronaqul Bostan. Ərəbcəsi Bostan, amma bu şeydə mən cildidə gördüm Bustan yazılıbdır. Yəni vavla yazılıbdır. Amma bunu dostlarımız ki, Təbrizdən bunu yükləyiblər. Bostan yazıblar, Bustan yazmayıblar ki, əslində Bustandır. Bizim əlbəttə dilimizdə Bostan deyilir. Ona görə bəlkə Azərbaycanda beləsi dedikləri üçün Bustan da farsca da ehtimalən deyilir. Dediyim kimi biraz rəngin, zöhərin, mürəkkəbin rəngi çox da keyfiyyəti yaxşı deyilmiş. Onun üçün biraz yayılıb bəzi yerdə. Əl dayanıbdır ya bir şey dayanıbdır. Hər halda o biraz səfənin ağlığın qaraldadır. Bəzi yerdə də damcı su düşübdür kitabın üstünə, qırağına düşüb əlbəttə və cəlibdir ki, bu ki, rəh şey olubdur, yayılıbdır. Səfərin başlarından 3 sm, 4 sm rıxlıda hər səfədə bu görsənir. Bu da buna deyir ki, bura su gəlibdir. Yəni, buracan gördüklərima
Bunlar əlindən deyilmiş, bura su gəlibdir. Bu anlamdadır. Çünki bir neçə səhifədə bu davam edir. Mən hala onu görürəm. Yazının dövrəsində bir standart çərçivə davam edir hər yerdə. Və bu ehtimalən iki ehtimal vardı. İki ehtimaldan izafi də olmadığı üçün belə görünür ki, bir ehtimala endirdik. İki ehtimal getdi aradan. Çərçivəni sonra, yazını əvvəl yazıblar, sonra çərçivəni cırıblar. Çünki bəzən bəzi kəlmənin quyruğu deyək, bəzi kəlmənin yazının, hərfin quyruğu o çərçivədən eşiyə çıxanda o çərçivəni orada qırıblar ki, o hərfi kəsməsinlər, üstündən keçməsinlər. Bunu da görürük. Çox gözəl. PDF-də görsənir bunun bəzi yerdə su çox gəlibdir və bu kitab doğrudan irad görübdür. Amma elə quruyub ki, bəzi yerdə adam bu suyun şeyini görür, amma qalan yerdə görmür. Amma məsələn bu səhifəyə bax 17-ci PDF-in 17-ci səhifəsi vaqəən məsələn oxumaq çox zordur. Oxumaq olar, amma çox zorluqla oxumaq olar. PDF-də görsənir bu 91 səhifədir. Hər səhifə PDF-də bir səhifə görsənir. Biz də burada indi daha azaldı su o xarablıqlar, amma burada hətta bu səhifədə, yəni 24-cü səhifədə səfənin Şirazə tərəfindən su gəlibdir kitabın içinə və səfənin Şirazə tərəfindən yazıların rəngi qatışıbdır, amma o birisi səfiyə gedəndən sonra bu biraz azalır və demək olar ki, getdikcə azalır. İnşallah ki, belə olmuş olar, amma yox, yerində qalır. Hala oradadır. Amma çox ciddi bir kitabdır. Qıraqları biraz köhnəlib, amma bəzi kitablar kimi kamilən dibdən kökdən demək çürüməyə başlasın. Çürümək mərhələsinə getməyibdir. Xəttlər, sətirlər bir-birinə çox yaxındır. O qədər ki, bir-birinin hərflərinə dayana bilirlər. Bir-birlərinə çox yaxındılar, amma yoğun qələm ilə yazıldığı üçün, qələmin ucu çox yoğun olduğu üçün kəlmələr yoğun və şəkilsiz görsənir. Yəni, kitabın sonuna gəldik. Zahirən 61-ci səhifədə bu kitabın birinci bölümü qutarır və burada bir tarix də yazılıbdır. Mən bunu bir tarixi oxuyayım, görüm ki, əncir deyə ehtimalən, əncirin tazəsi daxi sərfə qab içində ya sercə qab içində belə bir şey olar, içinə tazə turur, yaxud sərcədən tuvanus gibi nəsnə olur. Ana ərəbdə qərabə dərlər. Onun içində bir-birinə tündümü qədər verib tokunmayacak qədər verib, ondan sonra dizin əncir üzərinə bırağın tövbə ya qubə bədəhu üzərinə bir təbəqə daxil dizə hər təbəqəsinin bu üslub üzərinə edə ağzına varınca ağzını möhkəm bağlıya su əkməyə tazə türər ədə tamam kətəbə fi şəhri atnə ya antə beləsi olacaq, atnə görsənir burada 1009. Bu kitab deyək ki, Rownəqül Bostan ad deyək buna. Ad Rownəq Əl-Bostan. Əlbəttə, burada şeydə yazdığı şey Əl-Bustan. Yazı tarixi. Bilmirik bu yazıdır ya nüsxədə. Ona görə yazıram yazı. Belə bəlkə sonra bir ayrı şey çıxar. Yazı tarixi fi şəhri Atenə. Belə görsənir. Səneyi 1009. Yəni 497 il öncə 437 il öncə
Bir də bunu hesablayaq, mən səhv eləməyim. 1447-ci ildə yaşırıq. Ondan çıxsaq 1009-u 438 il öncə yazılmış olan bir kitabla tanış oluruq. 438 il öncə yazılmış olan bir kitabla tanış oluruq. Hüseyn Təhsin, ehtimalən belə bir adı, möhür adı, bu cürsü bir möhür adı burada vurubdur. Əcəba bu kitabı alandır, yoxsa kitabı, məncə alandır. Çünki kitabın hər yerində bu möhrü görürük. Gedək görək kitabın davamında nələr var. Bir səhifə boşdur. 2, 3, 4. Kitabın indi burada kamil yazı olmadığı üçün kamil görsənir ki, su haracan gəlmişmiş. Su təqribən hər tərəfdən kitaba gəlib, ortada bir az bir yer, bir nəqşə çizmə kimi bir yer yetişməyib onlara. Amma kitabın hər yerinə su gəlib. Və buradan bu üzə bir neçə səhifə boş oldu və gəldik bir kitaba yetişdik. Bir ayrı bölüm başlanır. Kitabdır ya yoxdur. Bunun bərnaə ya bərnamə belə bir şey qırmızı xətt ilə balaca yazıblar başda. Aynı qələmlə, aynı xətt ilə biraz əlbəttə bu xətt ondan biraz gözəl görsənir, yazısı, yəni şəkil görsənir desək, o birisi biraz çox amma yoğunluğu aynı qələmdir. Bunu əlbəttə istəyək ki, iki xətti bir-birinin dibinə qoyaq, tutuşturaq. Bir nam olacaqdır ehtimalən. Burada da yazıb sərnam əşğada. Çarçivəsi zadı yox, belə bir şey başlanıb yazılıb. Bunun dövrəsində dediyim kimi yazıdan sonra çarçivə çəkəcəkmişlər. Çəkməyiblər. Yenə də bir ayrı sərnam. Ehtimalən sərnamədir ya namdır. Belə bir sərnamə. Sərnamə deyə bunlar davam edir. Hərəsi birinə bir məktub yazsanız onun nümunəsidir burada. Bu da neçə səhifədən sonra qutardı və burada kitab alanlar bir şeylər burada yazıblar. Bir neçə səhifə burada boşdur, yenə 3-4 səhifə boşdur. Ondan sonra yetişirik der kütüb-i mə'cun müqəvvi qərin padişahlər təcrübələndirir. Burada da bir də dava dərmanların adlarını yazıbdır, mə'cunlar düzəldir ki, məsələn bu mə'cun kimin üçündür? Dürri həb xas müqəvvi Sultan Səlim budur ki, zikr olunur. Bu məsələn Sultan Səlim üçün, bu da Sultan Məhmud xan üçünümüş, bu birisi Sultan Bayezid xan və bu Sultan Məhəmməd deyə ad qoyubdur. Aşağıdakı kimlər üçündür görək. Tərkib bir əfrad zikr olunur. Yox, bunu yazmayıblar kim üçündür. Bunu da yazmayıblar kimi, amma bunu yazıblar ki, Mə'cun Əmir Sultan Nəvvərallah Qəbrəhu belə bir şey və sonra qutarır. Bir ayrı məsələ yenə də başlayır. Tərkibi müski sabun. Sabun məsələsinə gəlir. Tərkibi mürəkkəbi siyahi. Qara mürəkkəbi nə cür düzəldirlər, onu burada öyrədir. Bu çox cəlibdir. Bunu öyrənmək özü bir işdir. Bir səhifəlik yazısı var. Ondan sonra yenə biraz boş qalır. Kitab burada cırılmışmış bir yapışqanla yapışdırıblar. Kiçik yazılar burada tərkibi mürəkkəbi siyabi ya siyahi belə bir şey. Yenə burada bir ayrı mürəkkəb, yenə tərkibi mürəkkəbi siyabi. Bu da yenə bir ayrı mürəkkəb. Yəni bir neçə mürəkkəbi burada gördük. 3 cürə mürəkkəbi tərkib edib düzəltməyi burada göstərir. Sonra bir də yenə də kitabı alanlar, bir də yazılar burada yazıblar, hesablar hesablayıblar. Gönül bir can üçün hər canə minnət eyləmə. Zişti dünya üçün sultana minnət eyləmə. Bu da bir beytidir, burada yazılmış gözəl xətt ilə, insafən çox gözəl bir xətt ilə bu kitabın sahiblərinin birinin çox gözəl bir xətti varmış. Kitabın sonuna gəlirik, kitabı bağlayıbdır, bağladığı yerdə bu kitabın ağzında qapağı var, gəlir bağlanır, orasının da yenə Osmanlı xəttindən, amma cildin özünün eşik tərəfində Osmanlı nəqşəsini gördük. Bu da buradadır. Tamam, qeydirik kitabın əvvəlinə. Mürəkkəblər çox cəlibdir, o
öyrənmək məncə cəlibdir. Burada bu usta divanı Mahir Divan ehtimalən katibi belə bir şey yazılıbdır, amma dediyim kimi burada sildıqları üçün görmürük. Gedək görək ki, kitabın içində nələr yazılıbdır. Dostlar, taza cəzənə və zəncəfil hər ikisi taza gözəl bir dad verir. Özellikle bu cəzənənin dadı çox gözəl imiş. Çayı çox gözəl olurmuş. Mən əlbəttə özünü yeyirəm, amma indi də əllərim şey olur, qızarıbdır, bilmirəm görsənir ya yox. Getmişdim cəzənə dərirdim və bu əllərimi dağlayıbdır. Bu onun tikanı batmasını da biz deyirik ki, əl dağılır. Demirik ki, batıbdır, deyirik dağılır. Bismillahirrahmanirrahim. Həmd bi payanı, o qırmızı nöqtə. Dedim ki, şey yerinə gəlir. Virgül yerinə gəlir. Onu istədim. Burada göstərim sizə ki, o virgül yerinə gəlmək nə deməkdir. Bismillahirrahmanirrahim. Həmd bi payan و şükr fراوان virgül xaliq zemin و asman. Bu asman indi an o başının üstündəki məddi çox üstluqdadır. Sitanın da sı gedib an başından da biraz üstluqdan çəkilib, ayın başından üstluqda gedib çəkilib gəlibdir. Man kimi, asman, mı kimi bir orada düyün düşüb düşməyibdir, gedib göyə. Və o çərçivə ayın asmanın məddi ilə arasından geçibdir. Yəni o üstdə qalıb, o qədər aralı qoymuşmuş. Həmd bi payan şükr fراوان xaliq zemin و asman və razıq insucan həzrətinə ki, xak paki Kərbəla xak paki güzidə-i Kərbəla oxudum mən bunu. Çünki o cür yazılıbdı, amma güzidə oxusaq çar ənasür və nəxl adəmi andan, məsələn burada da təhl oxururdum, amma sonra nəxl olar. Nəxl adəmi andan zahir edib furuən ənbiya-i kibar və hər birin meyvə-i hikmət bişumarlə bərbar eylədi. Purbar eylədi, bürbar eylədi. Bərbar eylədi, yəni bara oturtdu. Türkçesi budur, yəni bar verdi. Bərbar eylədi. Ki, indi farsçada purbar deyirlər də, purbar eylədi. Beyt. İndi üstdəki qurtardı demək olar. Aşağıda istər bir söz desin, ortada. Bir qırmızı beyt yazdı, sonra devam edir, amma bir xəttdə. Yəni sətrin davamlıdır, bir-birinə yapışıb kəlmələr. Beyt. Ümid-i ünsü can sultan aləm cəhani mərdən u can əsər. Şeirdən mən şeirlik başlatmadım. Cəhani mürdən u can əsər. Nəsr. Yəni davamı. Həzrət Rəsul səqələyn və yeşdanə دو کونین قلوبی دانهی میوه جبی səbəbi əsli nəhad adəm baisi bünyadi gülzar aləm eyliyib. Bu xət çox ətibdir, oxuması biraz zordur, ona görə çox dururam. Qələm yoğun olduğu üçün hər şey biraz əcib düşübdür. Bünyadi gülzar aləm eyliyib yenə kəndü furuindən vücudə gətirdi gün gibi afaqi münəvvər qılındıqdan sonra zuhur buldu müqəddəm ikən fərzəndi müfəxəm olub ya da müfəxəm ola bilər, başqa bir şey olmaz. Əbülbəşər mütəəxxir ana pedəri mükərrəm oldu. Müfəhhəm yazılıbdır.
X İstanbulun bəzi ləhcələrində ya Osmanlıda deyək, bəzi ləhcələrdə x kimi yazılır. İndi də elə o cürdür. Onun üçün burada müfəxəm olub Əbulbəşər mütəəxxir ana pədəri mükərrəm oldu. Beyt. Oldu dani nitəkim hər toxu təxlün əslinə səbəb. Oldu dane nitəkim mehri təhtün əslinə səbəb. Yenə ol əsli əslün furuindən olur ana zuhur. Söhi əvvəl roşən edən ehtimalən sübhi əvvəl roşən edən mehr aləm tabın sübhüdən sonra tului ilə verir afaqa nur. Qutardı. 2 beyt idi. Qutardı beyt. Tadaşdan biri ayrı beyt. Yəni o beyt qutardı. Ata məənidə zahira fərzənd oldu üçün ol şəhi yenə səadətmənd. Məğfirət buldu, gördü çox mürrə. Adəm olduqda mail şəcərə. Yox ikən gülşən cəhanda əsər. Bağı vəhdət gəlidi ol sərvər. Bağı vəhdət gülidi ol sərvər. Qət edib kəndi əlayiqdən heç kəsilməzdi vəsli xaliqdən. Gülşəni gör bağıban oldur. Gülşəni gör bağıban oldur. Bəlkə də gülşəni gül də ola bilər, amma gülşəni gör bağban oldur. Ol axəri qərəz mehman oldur. Olmaz idi, olmayaydı əgər. Pir و çوس عرش و فرش و شمس و قمر. yer و gök olmaz idi, olmayaydı əgər. Yerü gök erşü ferşü şemsü qəmər. Bu məzahir anın üçün etdi zuhur. Cümlə aləm ziya durur ol nur. Allahümme salli ala Muhammedin ve sellem aleyhi ve ala cemil enbiya'i vel murselin ve ala alihi ve ashabihi ecmain ve tabi'ine lehum ila yevmiddin. Burası kitabın o özünün, yazarın, kimliğin, düşüncəsinin və hörmət etməsini göstərdi. Həm geçmişdəkilərə, həm də gələcək nəslərə də dedi ki, ila yevmiddin, qiyamət gününə can, hər kəs Həzrəti Məhəmmədin arxasıcan getsə, ona səlam olsun. Bu əbd fəqir inayət xasün, indi burası daha zora düşdü. Bu əbd fəqir inayət xahün deməğə, yox deməğə olmaz üçün Allah Teala lima yerzahu gətirib burada. Burada bir şey gərək olsun, oxusun, amma dəfqə beləsi bir şey yox. Dəxqəhəhu belə bir şey. Dəfəəhullah Teala lima yerza zəməqəhu. Beləsi də bundan sonra ayrı bir şey bənzədə bilmirəm. Yəni oxuya bilmədim. Bu nə olar? Hər halda ərəbcə bir sözdür. Mənim də ərəbcəmdə zəif olduğu üçün Allah Teala lima yerza bir mövcubi xeyri xəbəri xeyrül bəşər, bir bər mövcubi xəbəri xeyrül bəşər hübbül vətən minəl iman. Bir dana hədis gətirir, bilmirik bu doğrudur ya yox. Amma belə bir hədis gətiribdir. Əcəba İslamda vətən anlamı özəlliklə Həzrət Məhəmməd zamanında vətən anlamı nə deməkdir? Demirəm olmaz, çünki hər kəsən doğulan yerin vətən bilir. Mollalar sonra bunu değiştiriblər. Yəni vətənə təriflər gətiriblər. O mollaların
din alimləri deyək, molla deməyək, din alimlərinin belə bir ya alimlərin hətta müsəlman alimlərin belə bir tərifləri olubdur. Amma əcəba Həzrəti Məhəmməd ki Məkkədə ömrünü keçirdi. Sonra da səfərlərə çıxıb ticarət edibdi. Sonra da Mədinəyə köçübdü və sonra da Məkkəni fəth eləyəndən sonra belə qeydib Mədinədə yaşayıbdı. Bu adama ki özünə də bir həm stratejisi var adamın böyük, həm də bir din sahibidir ki, bu dini istəyir dünyanın hər yerində insanlar buna gəlsinlər. Belə bir adam vətəni nə cür görə bilər? Məncə, yer kürəsi onun vətənidir. Hər kəs onun dininə getsə, yaşadığı yer onun vətənidir. Yəni, Həzrəti Məhəmmədin vətənidir. Amma burada bu hədisi deyəndə ki, hübbül vətəni minəl iman, adama belə gəlir ki, doğulduğu yerə, indiki, çünki biz indiki beynimizi bizim indi yaradıblar da, özəlliklə İkinci Dünya Savaşından, Birinci Dünya Savaşından sonra Osmanlı yıxıldı. Osmanlıyacan vətən deyəndə Osmanlı torpaqları zehnə gələrdi, ən azından. Türk deyəndə türklər yaşayan torpaqlar gələrdi. O zaman da Rus, Çar Rusu, Rus çarı işğal eləməmişdi. Çinlər işğal eləməmişdilər. Onda Türk deyəndə Türk torpaqları gələrdi, vətən gələ bilərdi zehnə. Onun üçün də buna görə ki, vətən anlamı geniş idi, insanlar bu vətən anlamına çox hürmətli sözlər düzəltmişdilər. Məsələn, adam qardaşlıq olurdu. Gedirdi bir torpaqdan, bir ayrı torpaqda bir ayrısı ilə məsələn, görüşməklə, əllərini kəsib qanların bir-birinə vurmaqla hətta qardaşlıq siğəsi deyə bir şey yaratmışdılar. Oxurdular və bunun üstündə bir-birlərinə qardaş olurdular. Ki, o torpaq məsələsi burada aradan gedirdi bunlarına. Hər kəs gedəndə deyir, mənim orada qardaşım var. Mənim orada bacım var. Onun da ailəsi bunun bacısı, qardaşı olurdu. Onun qovumu, qəbiləsi bunun bacı qardaşı olurdu. Onlar da gələndə bu torpaqdan keçəndə ticarət eləsəydilər, ya dolanmağa, hər nəyə gəlsəydilər, köçəri deyirdi ki, qardaşımın torpağından gedəcək. Gedirdilər, yəni onun evində yeyirlər, içirdə qalır. Yəni qardaş kimi, bacı kimi seçinirdilər. Kirvə, siğə qardaş, nə bilim, siğə bacı, bu cürsü bir şeylə o qət düzətmişdilər şey. Qaynata, qaynana, bunlar da onların şeyidir, bir tərəfidir yəni. Düzəltmiş, bu adlar o vətən anlamını genişdirmək üçündür. Mənə belə gəlir. Amma bu hübbül vətən gələndə nəzərə gəlir ki, bu hübbül vətən keçən 250 ildə yavaş-yavaş dünyanı bu batılılar Məsihi dünyası işğal eləyib və onu bölməğa, hərəni bir çərçivədə saxlamağa vətən adı deyiblər. Bu gəlir zehnə, amma bu deyil. Yəni bu Həzrəti Məhəmməd zamanındakı olan anlayış və Həzrəti Məhəmmədin olduğu anlayış ola bilməz. Onun üçün məsələn ərəb dünyası özün indi 20 neçə məmləkətə bölünübdür. Hərəsi özünə bir vətən bilir. O halda ki, ərəb dünyası idi və İslam dünyası idi və Türk dünyası idi. 200 il bundan qabaq, 100 il bundan qabaq bu rəsmiləşdi. Amma 250 ildə yavaş-yavaş bu oyun gəlir. Yəni, işğal olur, gedir Rusun altına. Onlar deyirlər ki, məsələn, Çar Rusluğu, ya Rus Çarlığı, nə bilim, belə bir şey deyirlər və o Türk dünyası gedir bir çox oranın altına. Çin işğal edir, gedir Çinin altına. Nə bilim, Hind əlimizdən çıxır, gedir Hindistanın altına. Osmanlı özü 53-54 məmləkətə bölünür. Belə bir vəziyyət. Hər halda deyir ki, bir mevcibi xəbəri xeyrül bəşər hübbül vətəni minəl iman arzudi cənani natəvanından və zayil olmayıb lacərən bağ bustanə dərya heyni gülüstanə mail olub. Bir məqam rəfi şənidə təməkkün və məkan məni ilə alarkəndə məni'ül ərkan. Bir məqam rəfi şənidə təməkkün və məkan məni'ül ərkanıdə məni bir tərəfdə yazılıbdır, mənbə kimi, əl-ərkan da bir tərəfdə yazılıbdır. Yəni sətrin axiri və sətrin əvvəli. Təvəttünə niyyət edib. Bir də burada.
Bir də buranı oxuyaq. Xəbəri xeyrül bəşər hübbül vətəni minəl iman arzıdır, arzıdır, arzı elədim. Arzıdır. Həba Cəlit şimdi burada hançısın? Həban yazıbdır, zahirən ya cəban yazıbdır. Beləsi bunların biri olacaqdır. Cəba nöqtəsi yoxdur. Bir dənə nöqtə var, iki dənə gələ oxuyaq. Hibani həban natəvanindən mən beləsi oxudum. Yəni o ki yazılıbdır beləsi. Bəlkə də cəhani cəhan, bəli, cihani cəhan. Beləsi oxuyaq. Çünki onu he hesablayaq indi biz. Cihani cəhan səs qoyduğu üçün beləsi oxuram. Birinə C, birinə C qoyubdur, səs qoyubdur. Cihani cəhani natəvanindən və zayil olmayıb. Cəvanindən zayil olmayıb lacərəm bağ-ı bustanə dəryahinil gülüstanə mail olub. Bir məqam-ı rəfi-ü şənidə təməkkün və məkan-ı məniyül ərkanidə təvəttün niyyət edib. Görürsən, burada təvəttün niyyət eləmək, bir yerdən bir yerə keçirsən, orada deyir, məsələn, bizdən bir ay qalasın, deyir, oranı niyyət elə ki, bura vətəndir. Yəni, mənanı geniş tutur. Oturduğu yerə vətən deyir. Burada, mən bunu risalələrdə də, şiələrin, mən şiə ailədən gəldiyim üçün, şiə müctehidlərin bir 10-15-inin risaləsinə baxmışlığım var. Qədim və yeni. Əlbəttə, yeni deyəndə inqilabdan sonra da baxmamışam. Yəni, mən son baxdığım Xümeyni və Şəriət Mədari Həzrətlərinin şeylərinə baxmışdım. Xümeyni Həzrət demirəm, Enimor. Daha, amma Şəriət Mədari Həzrətləri doğrudan Şəriət Mədar Həzrətləri idi. Allah rəhmət eləsin, ruhu şad olsun. Xümeyni modla qalsaydı yaxşı adam olardı. Mən onun bir-iki nəzərin sevdim əslində. Amma o siyasətə girdi və şeytana çevrildi. Allah hər halda. O risalələrdə də aynı bu cür təvəttünü niyyət üzü iləndir. Doğum üzü ilə deyil. Təvəttün, vətən eləmək, vətən tutmaq istək üzü iləndir, iradə. Niyyət dediyimiz İslamda niyyət iradə mənasındadır. Mən gedirəm 2 rəkət namaz qılam, sabah namazı qılam, qurbətən ilallah, Allahu Əkbər. Yəni nə mənə? Bu nə deməkdir? İradə edirəm 2 rəkət namaz qılım Allaha yaxın olmaq üçün. Bu anlamdadır. Mən gedirəm, məsələn, 10 lirə, 1000 tümən, 10 dolar Allaha yaxın olmaq üçün ihsan eləyən birinə. Silə-i rəhim eləyən. Silə-i rəhim belə bir tərəfi də bu maddi köməkdir. Yəni, əlindən birini gələ bilsə silə-i rəhimi, əslisi gedib görmək deyil. Əslisi budur ki, onun yaşamına, gedib görmək bir parçasıdır, amma onun əgər çətinliyi varsa, onu aradan götürməyə çalışmaq silə-i rəhimdir. Təvəttün niyyət edib manəndi Darul İslam. Baxın, Darul İslam daha geç oldu. Yəni, mən dediyim anlama gəldi. Həzrət Məhəmməd Darul İslam vətən idi. Yəni, vətən deyəndə, ümmət də oradan gəlir. Ümmət də Darul İslamdan. Yəni, siz vətən anlamı ilə, Darul İslam anlamı ilə ümmət kəlmələrini bir-birindən ayıra bilməzsiniz. Yəni, vətən, Darul İslam və ümmət. Bu üç dənə Həzrət Məhəmmədin vətən anlayışıdır. Amma ona bu şey və hübbül vətəni minəl iman bugünkü anlamda işlətsək, bu bizim bugünkü anlamımızdır. Bunu Həzrət Məhəmmədə bağlamağımız məncə doğru gəlməz. Dediyim kimi, şiə ayətullahlarını mən bir 10-15 ayətullahlarının risalələrin, tozihil məsaillərin, düşüncələrini oxuduğum üçün onlar da bu cür düşünürlər. Yəni, təvəttün edib manədi Darul İslam ol məqam-ı səadət ənzam ətrafində neçə
روزه دلجوشا و باغچه پرصفا ایجاد و dörü derdi divarın derdi yazıbdır. Derdi divarın burada kəlmə şey olubdu. Eyləmək. Aha, eyləmək burada əcəba deyirəm, bilmirəm. Əcəba bu cədvəl çərçivə çəkiblər, rəhləyiblər, düşübdür bu eyləməkin üstünə. Sonra gəlib əlbəttə sətrin əvvəlində yazıbdır. Ona görə burada beləsi bir şey qalıbdır. Eyləməklə, eyləməyə əzimət edib, eylə olsa bələdi təyyibi ali nəhad ədirnə mühəmmiyə ən ilticaliyəm ehtimalən. İlticalüm yəhluq misləha. Aha, buradan şey olur. Mühəmmiyyətə ən-neya ət-teyalim nəminə biləti yəhləqu misləha fil biladi qurbündə. Bu əlləti, aha, oxuyaq bunu. Ədirnə. Bu Ədirnədə yazıb. Tamam, bu Ədirnədə. Məhəmmiyyətəlləti ləm yəxləqu misləha. Yenə xığın nöqtəsini qoymayıbdır. Yəhləq yoxdur. Yəm yəxləqu misləha fil bəladi qurbündə be'unullahil məlikül mü'in misali xuldu bərin bir cay cüzin dezgi pədər ruy zəmin. Burada dəniz pədəri belə bir şey oxuram. Ruy zəmin bulub caygüzin və cüzidi, tamam. Misal xuldu bərin bir cay cüzin dəni və cüzidi ruy zəmin bulub haçi, burada yenə haç yazıbdır. Haçi pakindən xavər, burada xığın yazıb, amma birislərdə yəni xolduda da yazmışdı. Bəzi yerdə xı yazır, bəzi yerdə yazmır. Bu ləhcəni göstərir. Yəni bəzi kəlmələrdə ləhcədə xı deyilirmiş, bəzi kəlmələrdə deyilmiş. Amma ərəbcədə də yenə görürük, bəzi kəlmədə yazıb, bəzi kəlmədə yazmayıbdı. Ehtimal buradan alıram ki, xı nöqtələrin bəzi yerdə sonra qoyacaqmışlar, onu qoyublar, qoymayıblar, onun məsələsidir. Bulub pakindən xaru haşac, bulub xaçı pakindən mən də bunları xı oxuyacağam, hı da yazsa xı oxuyacağım. Və xaşac, haşac yazıbdır. Haşacı bulub yerin gülü reyahin və sümbülü nəsrin o əşcar mivə cüzin ilə təzyin edib anda qıravu təmkin ixtiyarı elədim. Tamam, adam gəlibdir burada qəraru təmkin. Adam gəlibdir Ədirnədə. Ədirnə bir zaman şey oldu, sultanlığının paytaxtı olubdu uzun zaman. Ona görə Ədirnədə ixtiyar elədim. Ol gülzar ruh əfza ruhu əfta belə bir şeydir. Mə'murə cənnət asadiyü namidar oldu və hər diyarədə lətafət ilə iştihar buldu. Ol ruzi cənnət behcət təmir olunur ikən kütübi fəlahədə təhririyə olunan. Tamam, bu adam əkinçilik haqqında yazır. Bunu mövzusunu yazaq, əkinçilik. Çünki kitabın konusu çox mühümdür. Bunu birinci dəfədir ki, əkinçilik haqqında, at haqqında, bir çox haqqında kitablar oxumuşduq, heyvanları saxlamaq filan, mərizçilik filan. Amma birinci dəfə konu, bunu çox mühümdür, ona görə bunu yazaq. Əkinçilik. Nə dedi? Dedi ki, fəlahətdir. Fəlahət, əkinçilik. Əkinçilik. Tamam. Əkinçilik haqda fəlahətdə təhrir olunan əqval-i hükəmaya itba və əhli təcrübədən. Diqqət buyurun, adam özü o zaman gedib bir yer alıb Ədirnədə. Oranın adını da dedi da, bir ad dedi, kiçik bir ad dedi ki, nə mənə Ruzi, nə mənə oldu.
dedi ki, təmkin ixtiyar elədim. O gülzar ruh əfza mə'muri cənnət asa diye mə'muri cənnət asa diye namdar oldu. Ora deyiblər ki, mə'muri cənnət asa. İndi bunun adı nəymiş onu yazmadı, sifət yazdı. Deyir ki, namdar oldu və hər diyarədə lətafət ilə iştihar buldu. Niyə? Çünki adam gedibdi, öncəki fəlahət və əkinçilik haqqında, bağdarlıq, bostandarlıq haqqında yazılan kitabları oxuyub, onlardan gəlibdi bir şey düzəlib ki, deyir, hər yerdə ad saldı bu. Düzgün bir iş görübdü, yəni elmi bir iş görübdü. Diqqət buyurun, bu kitab neçə il bundan qabaq yazılmış dedik? 438 il bundan qabağın sözünü eldir. Ki, hələ onda Avropa deyilən yer Quruni Vustadadır. Bu insanlar Türk dünyasında kitapların üzü ilə işlirmişlər. Əqbali hükəmaya itba və əhli təcrübədən istima eylədim. Cər əqdu uqul və mücərrəbi çibəri əqdu uqul və mücərrəbi mənqul dediyimiz yer qəç oraqa cəm olunub. Deyir, o tərcümə neçə vərəqin üstünə yazılıbdır. Bir qəç oraqa cəm olunub. Bir risale-i dilguşa və yaran səfayı töhfə-i ziba olə ki, bu səbəb ilə ya bu səbəb ilə təzyin sanin və tərtib riyahin ehtimalən siyahin olacaqdır. Təzyin sanin və tərtibi riyahin seyrindən təşri' xatir cüzin və təftərü'i qəlbi xəzin olduqca bu əbd miskini yad edib rizvan rəhman də rizvan rəzman و ruzi rizvan müyəssər ola diye lütflərindən dua ihsan edələr. Pəs elə olsa rüb-i məskunidə nəşv-u nüma bulub hərəkət-i sükun üzərə olan əşya. Diqqət buyurun, çox gözəl, əcib insandır bu. 4 ünsürdən mürəkkəb olmağın xari fəsl ruzigarkən bu risale-i daxi fusul ərbəə və bir tətimmə və xatimə üzərə mürəttəb olub itmam və ronaq əlbustan. Ronaq əlbustan, əlif lamla yazıbdır və vavına. Ronaq əlbustan deyir, nam buldu. Tamam, bu kitabı belədir. Fəsl əvvəl nə olacaq? Əsl bəyanındadır. Fəsl-i sani, fəslləri qırmızı, yəni şumarələn, fəsl əvvəl, fəsl doğum plan, bunları fəsl əvvəl, fəsl sani qırmızı və o biriləri mövzusu nədir, onu qərəcə yazıbdır. Fəsl əvvəl əsl bəyanındadır. Fəsl sani əşcar dəkilmən bəyanındadır. Dikilmək ehtimalən, dikilmən bəyanındadır ya da dinləmə, qulaq asmaq, ya əşcara qulaq asmaq ya da əhmaq. Bu ikisi birindən olacaqdır. Baxarıq, görürük ki, o ikinci fəslidə nə deyir? Fəsl-i salis qət və vəsl bəyanındadır. Biz bu günləri ona deyirik ki, peyvənd vurmaq ya calamaq, ağaçları bir-birinə calamaq. Diqqət buyursaq, görün, çox gözəl bir şeydən danışır. Fəsl-i rabi əmraz və əlac bəyanındadır. Ağaçların mərislikləri. Çox gözəl bu kitab, o kitablardandır ki, təəssüflə bilmirəm, oxumuşuq, oxumamışıq, mən bilmirdim. Bağdarlıqda, məsələn, bu danışıqda bizə deyirdilər ki, bir dənə belə kitab vardı. Bağdarlıq əkinçilər heç olmasa gəlib bunu bilərək. Bilmirəm, Türkiyədə, İranda bağdarlıq oxuyan, əkinçilik oxuyan, tarla işlərində mal heyvan saxlayanlar əcəba bu kitabı oxuyublar, bundan tanışıqları var ki, bizim 440 il, 30 il bundan qabaq təcrübələri ayrı kitablarda yazılanları, öz təcrübəsini və başqalarının təcrübələrini necə bir kitab eləyibdir. Fəsl-i salis qət-ü vəsl bəyanındadır. Fəsl-i rabi əmraz və əlac bəyanındadır. Ağaçların xəstəlikləri
mərəzləri. Fəsli xamis Bustanə və Riyahin bəyanındadır. Bustan və Riyahin. Hala nə kimi yazır? Biz bunu biraz bundan bu üzə diqqət eləyəcəyik. Bustan və Riyahin bəyanındadır. Fəsli sadis xatimə meyvə dərməsi və hifzi bəyanıdır. Bu da çox mühümdür. Meyvəni necə dərəcəyik ki, xəsarət görməsin və necə saxlayacağıq? O zaman yaxcəl yoxdur, sərdxana, yəni soyuq yerlər yoxdur, onlarda saxlasınlar. Meyvəni bir il saxlayaq, gələn necə bunu lazım olanda məsrəf eləyək. Bunun haqqında çox ciddi. Məncə bu əgər başarsaq, biz çox meyvələri eləyə bildik ki, yaxcəldə olmayaraq saxlayaq. Çünki o zaman yaxcəl yoxdur, ya buzdolabı deyək yoxdur. Mən buzdolabı desəm bəzilər baş yapar. Fəsl əvvəl, əsl xaç bəyanındadır. Fəsl əvvəli keçək, gedək fəsl ikinci fəslə. Fəsl əvvəl xaç halin bildirir. İndi bu əsl əvvəl neçə əslə böləcək? Bunu baxaq, çünki bu özü də mühümdür. Bunu oxuyaq, fəsl əvvəlin. Əsl əvvəl. Fəsl əvvəl. Əsl xaç bəyanındadır. Bu da bu daxi iki əslidir. Yəni, toprağın özü nədir olacaqdır? Onu iki yerə bölür və ona tozih verir. Fəsl əvvəl əslafın bildirir. Zəmin kim tini Adəm andən əşrəf ənasur və əsrəf məzahirdir. Şeytan ləin əleyhi ma nə mənədir? Ma səbəqcə ma müstəhəq. Əleyhi ma müstəhəq mühiqqi olmayıb xudbin olmağın əfzəliyyəti xaçi paçidir. Paçi dərrac edib meyvəyi nar sulana ki zəban dirazlıq edib bibac ənə xeyrün minhi dedi. Tamam, buradan gedir, kitaba tozih verəcəkdir. Daha mən bu ikinci əslidə xaç halini bildirər. Toprağın necə olmalısın toprağı bildirər. Beləsi baxıram, əsli sani, ikinci zəmin islahın bildirər. Toprağı necə islah eləyək ki, məsələn, ağaçlara şey olsun. Fəsli sani, əşcar və əşcar dikilməsin bildirər. Dikilməymiş o da, yəni əhmasın. Dikilmək, dik qoymaqdır da, ağacı qoyuruq torpağa dik. O dikilmək, əkilmək də ondan gəlirmiş hətmən. Biz əkilmək deyirik, Türkçe, o zaman dikilmə deyirmişlər. Dikmək, hər bir şeyə gəlir ki, biz paltarı da dikirik, yəni bu paltarı dikirik. Evi dikirik, əlimizlə işləyirik, dana-dana. Daha nəyi tikirik? Burada ağacı dikdik. Daha nə var? Dığnantı bir-birinə deyişir Türkçədə. Ona görə tikmək, dikmək aynı sözdür. Məsələn, paltarda da eləyə bilirik, dikmək və tikmək deyək, ehtimalən. O dığnantı bir-birinə deyişə bilər. Bu fəsl daxil 3 əslidir. Əsl əvvəl zamanı qərsi bildirir. Bu birincisi. İkinci əsli görsək, o ikinci əsli qırmızı yazacaqdır hətmən. Bir də çoxlu kəlmələrin üstünə xət çəkibdir. Mən bunlardan geçirəm. Gedim fəqət o. Əsl sani dikmək usulün bildirər. Uslubun. Dikmək, əkmək uslubun. Nədir? Hangi yol yöntəmlərlə bir ağacı əkiləcəkdir, toprağa qoyulacaqdır, onu bildirir. Bu da çox elmi bir şeydir. Çox elmi. Yəni, mən insafən bunları bilmirəm. Məsələn, burada ağaçların adını yazıbdır. Bu ağaçların adlarına da bir baxaq. Mən çoxunu bəlkə bilməyəm, amma baxaq görək ki, hangi ağaçları o zaman bu adam əkməğa deyibdir. Baxım görüm, haradan bunu oxusaq yaxşı olar. Bir kök gedib və ot kökləri zərəri dəf olmaq üçün və yazın dikilən sonra vermək və yazın dikilən su vermək lazımdır
və ağacı təbdüci yerdə şərqi olan canibi şərqə və qəbli qıbəli qıbla. Qıbla da dedik ki, nə idi? Öpüş. Belə bir şey oxuduq. Bəli, öpüş, öpmək anlamısını qıbla və qıbəli qiblə qarşı, qibləyə qarşı dikə və daxi bilmək gərəkdirsə köklü dəkən əşcar, köklü dikilən əşcar, beləsi oxuyacaq. Köklü, yəni kökü olan, zoğ, farsca rişə deyilir. Köklü, kök və zoğ, biz hər ikisini işlədirik. Köklü dikilən əşcar olan ki, kökləri vardır. Nə mənədir? Hansılardır? Əmrud, zərdalu və almə, ehtimalə mən almə oxudum. Alu, alud ya alur, belə bir şey yazılıbdır. Şəftalu, badəm, badam, cəviz, kəstanə, fındıq, üzüm və ənnab olacaq ehtimalən. Üzüm, üzü yazıbdır. Mən bir üz yazıbdır. Üz. Bilmirəm, üz ağac ola, özü bir ayrı ağac olur. Çünki mim yoxdur. Üz, üzüm deyəndə bir dənə də vav gərək gəlsin, yoxdur. Onun üçün bu üz yazılıbdır. Üstünə bir dənə də qırmızı ilə buna səs qoyubdur. U qoyubdur, yəni uz, uz ağacı, uz. İndi bu onu görəndə görürüm ki, bu da üz deyil, uzdur, uz. Ənnab, turunc, siyah əncir, kiraz, veşnə, subər ya suyər, car, ər, ərğəban, gülxətm, yasəməndir və cümlə-i rəyahin, qərənfildən qeyri. Rəyahin qərənfildən qeyri. Zira qərənfil qaçığa tacdən daxil olur. Belə bir şey yazılır. Zira qərənfil qaçığa tamacdən daxil olur. Fakir tamacdən nə mənə? Qaçər tamacdən dəkilən ağac. Bunlar indi bu nədir? Bu da bilmədim. Nədən əkilən ağaclar? Mən bilmədiyim üçün bunlar təxəssüsü bir şeydir, bilmirəm. Üstə də yazdı qərənfil qeyri, zira qərənfil qaçığa təmacidən ya təhacidən daxil olur. Qakir təmacidən dəkilən, əkilən dəman, əkilən ağac, dikilən ağac, eyvə, zeytun, ənar, ağ əncir, nəsrin, qovaq, cümləsin çəkirdəkdən hasil olur. Bunlar çəkirdəkdən, yəni dənədən hasil olur, dedi. Davam edir. Çox, bu da ağaçlar haqqında mən istədim bir şeylər. Aşağıda daha çox ağaçları yazıbdır, amma mən bunları bir çoxunun adını bilməyəcəm. Əmrud, almə, zərdalu, şəftalu, badam, cəviz, kəstanə, fındıq, fıstıq, üzüm olacaq bu. Ənnab, oradakı da üzüm olacaqmış. Bunu yazmayıbdır. Turunc, siyah əncir, kiraz, vişnə, sənubər, çinar, ərğəvan, qülxətmi və yasəmi və cümlə-i riyahin qərənlu qeyrilə, zira qərənfil. Tamam, yenə o təkrar olur. Mən bunları getməyim. Devam ediyor. Fəsl salış əşcarın mütənəvveinə əhvalın bildirər. Diqqət buyurun ki, burada da ağaçların, müxtəlif ağaçların nə cür olacaqdır, onları gedir. Çox cəlib bir qonularla biz burada üz-üzə qalırıq. Birinci dəfə bir ağac haqqında, amma yazanın adını bilmədim, heyif olsun. Qeydim, yox da, istədim qeydim əvvələ, gördüm ki, yox, o adı bildirmədi ki, biz oxuduq o bölümü, gəldik kitabın içinə yerləşdik.
Burada nə idi? Ağaçları dana-dana sora. Aha, baxın, soralar gəlir, ağaçları dana-dana adlarını çəkir və onları hərəsi nə cür olacaqdı? Onu türünc, limun və ağ favun, ya bilmirəm, qavun da ola bilər, qavun və mürəkkəb. Bunları, məsələn, burada yazıbdır, bunları əkməsi. Sonra zərdalu və qeysi və şəftalu. Ondan sonra badam. Yəni, bunları diqqət edəndə görür, ağaçları dana-dana tazaşdan yazıb və hərəsinin haqqında tozif edir. Xəvasi, zərdalu və şəftalu filan, badam, tamam. Ondan sonra gəldi, sərbət yazıb, əlbəttə, həkim, əl-xəvas və şəftalu, qolunda kiraz və vişnə. Bunların hərəsinə görə bir dava dərman da yazıbdır. Ha, bunlar dava dərman yazıbdır. Badam, fındıq, əl-xəvas, əl-qədəq, nəminət belə bir şey yazılıbdır. Bunları üçün bilmədiyim üçün kəstan, xasə, əl-cəvizir rubi. Diqqət buyurun, ağaçların, girdəkan ağaçlarının belə, ya cəviz ağaçlarının fərqlərini də belə yazıbdır ki, hansısı çox bar gətirərmiş filan, onların da burada adını gətiribdir. Amma məsələn, biz bunları çox da bilmirik. Bağın ehtimalən burada bir şeylər var. Çox ciddi bir təcrübə və elm haqqında, həm də ağac saxlamaq haqqında Hükəma-i Fəlahə fəsli sani. Vəsl bəyanındadır. Görək nə deməkdir? Vəsl bir cinsi bir cinsə uluşdurmaq deyərlər. Bir ayrı ağaca uluşdurmaq. Qaç növüdür. Birisi kör işləmə sidir. Benim daxi anın üslubi kibidir. Bilmirəm deməkdir. Mən bunları oxuya bilmirəm. Əslən ağaçlıq haqqında nə ingiliscə, nə farsça, nə türkcə heç birində mənim şeyim yoxdur. Ərəbcədə də yoxdur yəni. Mən ağac haqqında savadsızam əslində. Hətta bizim həyətdə indi yaşadığım yerdə bir 20-yə yaxın ağacımız vardı. Hərəsi bir növ, ya bəzisindən 2-3 növ vardı. Məsələn, bilirəm ki, bunun birində məsələn, bir dənə alma 5 cürə buna calayıblər. 5 cürə meyvə var. Amma bunları hamısı mənim bir damatlarımdan biri kitabları oxumaqla saxlayır əslində. Ağaçları əkir, hansı ağacın yanında nə əkəcəksən ki, bir-birindən köməkli qalsın, ya hansı gülün yanında nə əkəcəksən ki, bir-birindən köməkli qalsın, ya hansını əksən o birisinə zərər elər, bir-birinə yaxın, onların, o oxuyur, o cürsü gedir, amma mən təəssüflə o qədər də əlaqəm yoxdur bu cür bir şeyləri öyrənməyə, bilmirəm niyə, amma göylüm var, bir zaman göylüm istərdi ki, əkinəcək mühəndis olub. Amma mən buradan oxuyacaqdım, getdim şeyə. Fəsl-i sani, vəsl bəyanındadır. Vəsl hər cinsi bir cinsə oluşturmağa deyərlər. Bir qaç növüdür. Birisi kör işləməsidir. Biri daxi anın üslubi kibidir. Qayəti göz keçən yıldan, göz burada payız hesab olur. Köz əslində türkcədə payıza deyilirmiş. Köz keçən yıldan olan şaxdan alınır. Yapraq bu yıl hasil olan fəlsdən ya falsıdan alınır. Köz aşılməsi ibtida Şubat ayı. Azərin onuna dəkin aşlənür. Yapraq payızın bir yerindən dedi, başlayacaq da Azərin onuna qədər davam eləyəcəkdir. Mən bunu dedim, dilin bilmədiyim üçün çoxunu da baş tapmıram. Gedim kitabın sonlarına baxım, görüm ki, bu kitabın sonunda inşallah bir addan filandan olar. Biz bunu bayaq oxuduq, bir şey görmədik, hətta tarixini gördük. Ad görmədik. Əncir filan yazılıbdır ki, bunlar da meyvələrin adlarıdır. Mən də bunlara türüncü, ən sonu türüncünlə əncir imiş ki, bu türüncü oxumadıq, amma əncirə görə bir şeylər oxuduq, tarixində gördük. İndi bunu gedək PDF-dən soruşaq, görək ki, PDF dedim, bağışlayın, Cimnaydan və
şeydən soruşaq, görək, ChatGPT-dən soruşaq, bu kitab haqqında bir şey bilirlər. Əcəba əlyazma kitab. Belə silamayacaq. Nə mənə idi? Ronaq Əl-Bustan haqda bilgilər verər misin? Bunu mən buradan götürüm, ayrısını da qoyacağım. Aydat, sildim, getdi ehtimalən, bəli. Əcəba Ronaqul Bustan əlyazma kitabı haqda bilgilər verər misin? Görək, bu səfər bunu silməyək və ChatGPT-yə də qoyaq, görək ki, bunlar bizə bir məlumat verirlər ya vermirlər. Gedək əvvəl görək ki, bu Ronaqul Bustan əlyazması Azərbaycan və Türk ədəbiyyat tarixində önəmli yer tutan əsərlərdən biridir. Bu kitab haqda əsas bilgilər aşağıdakı kimi xülasə etmək olar. Əsərin mahiyyəti və müəllifi. Müəllif bu əsərin əsas müəllifi kimi ümumi türk ədəbiyyatında bəlli olan Əbu'l-Leys Səmərqəndi tanınır. Lakin Ronaqul Bustan daha çox bu əsərin müxtəlif dillərə, o cümlədən qədim Azərbaycan türkçəsinə edilən tərcümələri və ya iqtibasları ilə məşhurdur. Mövzu. Kitab əsasən əxlaqi dizatik nəsihətlər, belə bir şey yazıb, amma bilmirəm, xarakter daşıyır. Burada dini hikayələr, peyğəmbərlik bu deyil, bilmir, bunu bilmədi, tamam. Mən bunu biraz dəyişdirim. Bu əlyazma neçədə yazılmışdı? 1009-da. 1009 Hicridə Ədirnənin yaxınlıqlarında və Fəlahət konusunda yazılmış bir türkçə əsərdir. Tamam, indi bunu kopya eləyək. Görək ki, ChatGPT nə yazdı? Ronaqul Bustan adlı Osmanlı Farsi ədəbi mühitdə bir çənd müxtəlif əsər üçün işlənmiş ola bilir. Tamam, belə bir şey olduğu üçün bu da bilməyəcəkdir. Deyir ki, Ronaqul Bustan təbiri belədir, bu səbəbdən bu adlara əxlaqnamələr, təsəvvüfi nəsihətnamə ya şeir məcmuələri deyirlər. Tamam, bu da bilmədi. Burada qoyaq, bunu tacaşdan islah eləyək. Gedək görək ki, bu nə dedi? Siz çox önəmli və maraqlı bir əsər üzərində dayanmışsınız. Ronaqul Bustan əlyazması klasik dövrün əkinçilik, fəlahət və bağbanlıq elmi baxımından ən dəyərli türkçə qaynaqlardan biri sayılır. Bu əsər haqda əsas bilgilər sizin üçün böyle örnəkləyə bilərəm. Əsərin kimliyi və tarixi. Tarix bu əsər müəllifi gələnişlə Əmanullah ibn Əfşar ya da qıssaca Əmani olaraq tanınır. Bu ada mən rast gəlmədim. Bu kəlməni də görmədim kitabda. Tarix. Qeyd etdiyiniz kimi bu əsər 1900 Hicri, miladi filan 1600 ilində Osmanlı subaşılarından biri olan. Subaşı nə deməkdir? Su, qədim türkçədə savaş. Subaşı, savaş güclərinin başı. Bugünkü dildə savaş naziri.
İndi Amerika qabaqcan bunu çevirmişlər, müdafiə naziri deyirdilər, indi savaş nazirinə çevirdilər. İranda elə vəziri cəngçiliyə qalırdı. O deyirdi. Burada onu deyir ki, subaşı olan müəllif tərəfindən Ədirnə yaxınlığındakı öz bağında təcrübələri əsasında qələmə alınmışdır. Dil, əsər sadə və axıcı bir Osmanlı türkcəsi ilə yazılıb. Ta o dövrün əkinçiləri və bağbanları ondan rahatlıqla faydalana bilsinlər. Konusu və içərici. Ronaq-ül Buğuzdan sadəcə nəzəri bir kitab deyil, bəlkə əməli bir ninəlik yazıb burada. Qalavuz mən deyirəm, hesab olunur. Kitabda bu mövzular geniş yerdə yer alıb. Topraq tanıma, ağac əkilişi və peyvənd, gülçülük, ziraətə ziyan vericiləri ilə mübarizə, təqvim və mövsümlər, aylar, hangi ayda nə olunacaqdır? Əsərin önəmi. Bu əlyazma nədir ki, onun özəl edir? Təcrübi bilik. Müəllif kitabdakı bilgilərin çoxunu öz bağında sınaqdan keçirdiyini vurğulayır. Xalq dili. Əsərdə bir çox bitki adı və əkinçilik terminolojisi türkcə və xalq arasında işlənən formada verilib ki, bu da dilçilik baxımından böyük əhəmiyyət daşır. Çox önəmlidir məncə də. Klasik örnək şərq dünyasında fəlahətnamə yazmaq ənənəsinin Anadolu və Rum elindəki ən uğurlu davamçılarından biridir. Əlyazmanın, bunu göstərir ki, ayrı fəlahət haqqında ayrı kitablarda var. Bu əsərin şöhrəti səbəbindən günümüzdə də Türkiyənin müxtəlif kitabxanalarında, o cümlədən İstanbul Süleymaniyyə kitabxanasında və dünyanın başqa yerlərində bir neçə əlyazma nüsxəsi mövcuddur. Not, əgər sizin özəl bir əlyazma nüsxəsini araşdırırsınız, onun cild qapağı, xət, nöu, nəstəlik ya nəsx filan, bundan bir əks verin, bunun haqqında desin, əlbəttə bir şey saxlasın yəni. Bundan bir əks versəm yaxşı olar. Onu bu saxlar və biraz izah bəlkə verər. Mən bunu bir tez edit edeyim, biraz şey olsun. Bu əksi verək PDF-ə. PDF bundan məşğul olduğu zaman da biz də gedək. Bu birisi görək nə yazdı bu kitab haqqında. Bəli, sənin verdiyi məlumatlara əsasən Ronaq-ül Buğuzdan aldığı əlyazma daha müşəxəs şəkildə təşxis oluna bilir. Bu nüsxə əlahirən am ədəbi səfəvi əsər yox, bəlkə fəlahət, ziraət, bağbani, mövzu elmi bir Osmanlı əsəri. Ronaq-ül Bəyan Osmanlıca 1900 Hicridə Ədirnə ətrafı. Bunları mən verdiklərimi təzəşdən burada yazdı, cəlib olacaqdır. Torpaq və iqlim, İçin və əkin. Bunların fərqini bilmirəm mən, məsələn. Hangi ayda nə əkmək lazımdır? Fəsillərə görə işlər. Bağban, bostan məfhumu. Çox gözəldir. Mən bu kitabı ayırıb, ayrı kitabların içinə qoymalıyam. Bundan çox. Su, savma, və nigəhdari saxlamaq. Heyvançılıq, bəzi nüsxələrdə heyvançılıq da deyir var. Öküz, qoyun, at baxımı. Deyir, bəzi nüsxələrdə bunlar var. Beləsi bir şey yazıbdır. Bizim bu nüsxədə olsaydı da baxmadıq. Bunu mən qeydib baxaram. Yəni, əlbəttə sonuna da baxırıq. Axirinci şey əncir ilə türünc. Bu iki dana axirincisi idi. Onları gördük. Bunun adını dedi elə bir, əgər bu demir əlbəttə. Amma bu yazarında elə bir dedi ki, Əmanullah İbni, bu adam dedi, yazar. Çox önəmli kitabdır məncə, çox önəmlidir. Yazar
Əmanullah ibn Əfşar. Əmanullah ibn Əfşar. Əfşar deyəndə mənim zehnimə Əfşar-ı Urməvi gəlir. Tamam. Gedək kitabımızı baxaq. Bunu mən buracan gəldim, amma bir də qeydib təzəşdən 60 neçinci səhifədə idi. Yenə bunlara baxıram. Əncir daxil, üzüm, almanun, ördək var burada. Ərük olacaq, ərük. Ərük, düngül, üzüm, qərəncıq, küküm, şəftalu, kiraz, vişnə, ənar. Bunlar hamısı görürsünüz ki, ən son səhifə bunlardır. Yəni burada olsaydı da yoxdur, yazılmayıbdır. 1-7-8 səhifə boşdur. Ondan sonra sərnamə deyə bir şeylər yazılıbdır. Amma su bunlara çox əsər qoyduğu üçün görək çalışa bilirik. Sərnamə. Elhamdülillahüllezî nevvere fil ərəfətil Tamam. Oxuya bilmirəm. Çünki şey qatışıbdır. İkinci yazıya baxım sərnaməyə. Təhiyyat-ı safiyat kəəmsal-i lü'lül məknun və səhayif təslihat və əqabat ihtimalən ulaikə şəhidül müqərrəbun ki məhzi səfayi məhəbbət və ini rizayi nəmrəvəhindən bais və sadir olur. Qəvafil əşvaq falan. Bunları oxumayaq. Bu kitabı beləsi burada bağlayaq. Bu kitab çox önəmlidir. Bunu mən bundan bir kopi alım. Getməliyik təzəşdən downloadda və bura getməliyik və Fayl adında bir şey oxumuşduq. 3 kitab. Fikrim oxumuşduq. Bu da burada açıq qaldığı da görsənir. Amma bu kitaba bir baxaq yenə, bəlkə də o deyil, beləsi baxaq. Kitabın cildi çap olmuş kitabdır, bu sonlarda çap olubdur və cildi qalin, çox da qalin deyil, bir nazik kağız, qalin kağızdır, deyək. Bu sonralarda çap olduğu üçün bunu biz baxmırıq. Təhcə gözəlliyi budur ki, bunun bəzi yerdə Kaşgarlı, Mahmud Kaşgarlı rəhmətlik, Allah Teala rəhmət eləsin. Yazıb ki, bu 3-cü, volum 3-dür. Folio 165 tinəmənə filan. Vəlixan törə nam bi sərəncam əndicani şəbixun birlə Kaşgar şəhri içrə girib bir münçə qallaş bədməaş larğə bədməaşlarğa baş bulub bu alətə şəhr üzrə şuru şərarlarını salıb qarətgərligə qol qoyğandın andən müddətdə təqdiri subhanidin fauc xaqani yetib gəlib o əvvəl nafərcamlar fərar ixtiyar ilə bu yurtlar aram və qərar tapqaninin. Bu əcəba kitabın sonu da əvvəlidir, 6-cı səhifəsiymiş bu. Bu da 5, tamam. Sağdan getibdi ya soldan gəlibdi, bilmirəm, əksin hər halda biz belə görürük. Mən Sənayi həmd bi həd zat paki Həzrəti Rəhman turatdı fitrətidin cümlə mövcudat ilə insan
غرض اول اردی dünya getirmek Ahmedi Muhtar çırağı iki alem evvel Habibi Hazreti Subhan hidayet encimi dür hidayet encimidir evvel Nebi ashab serxeyli Ebu Bekr Ömer Osman Ali'dir Heyderi Yazdan. Dördüncü beyt oxuruq. Deyin mədhini zillullah bu 8 şəhr üzə ani. Deyin mədhini zillullah bir 8 şəhr üzə ani. Zehi aferiduni sani behadur nadiri doğran. Beşinci beyt. Cesagi cunanung cesag cu nevanung sula amban çin çemen yarın yarkide yarkend üzə vali. İhtimalən belə bir ad olacaq burada. Bilmirəm mən bunu. Cesaq cu nevanung sula amban çin çemen yarkend üzə vali. Ki şahlar itirəkim gəlqan bu rəng iqballıq sultan. Çox gözəl şeir, yəni oxuya bilirəm. Çünki bu çapdır. Çap olduğu üçün bunu oxumaq məncə rahatdır. Biraz da əlbəttə çapda bu şeyi ki qoyublar. Mən burada bir şey vermişdim, kitab əksi vermişdim. O nə oldu, ona nə dedi? Onu görmədik. Deyir ki, bu şəkil siz qeyd etdiyiniz Ronaqul Bustan əsərinin başlanğıc səhifəsi Fatihə ya dibaçəsidir. Əlyazma ədəbiyyatımızın gözəl bir örnəyi olan bu səhifə klassik qayda ilə Tanrının həmdi və Peyğəmbərin nəəti ilə başlayır. Səfənin oxuduğumuz bölümləri və ümumi xüsusiyyətləri bunlardır. Bismillahirrahmanirrahim, həmdü səna, şeir və nəsr qarışığı, bəsəri və hünəri xüsusiyyətləri. Xət və növü, yazı, səlis bir nəsx ya da təliqə mail nəsx xətti ilə yazılıb ki, elmi və əməli əsərlər üçün oxunaqlı olsun. Sərlohə səfənin yuxarısında sadə bir həndəsi və bitkisəl bəzək, tərsib əksizi var. Bu kitabın nisbətən təmiz və önəm verilən bir nüsxəsi olduğunu göstərir. Rənglər qara mürəkkəb əsas mətn üçün, qırmızı mürəkkəb isə başlıqlar bölüm ayıran söz. Bağbanlıq ilgili təmsillər. Diqqət çəkən söz. Mətnidə bu gülşən-i cəhanun kimi ibarətlər əsərin adına Ruhənil Bustan işarə edən incə uyğunluqlardır. Tamam, bir belə bunun haqqında fəqət o məncə əsərin dedi nəsx və təliq olmasıdır. Təliqə mail. Bu o şeydir. Bu kitab çap olduğu üçün əlbəttə önəmlidir. Yəni çap olduğu üçün önəmli də şey olamır. Amma Qazat bir Müslimin Qazatil Müslüman olacaqdır. Müslimin. Burada da bir şey yazıbdır. Mən bunu bu birinci nüsxə, yəni qurtarır bir yerdə. Bunun şeyi yazıbdır ehtimalən. Təmməni də burada yazmışmış. 14-cü səhifəsində bu təmmə oldu. Burada şeir imiş. Fəqət Kaşgarlıdan olan şeirləri yazmışmış. Ondan sonra ikinci bölüm başlayacaqdı. İkinci bölümün adı Elhamdülillahillezî cealel gazâte farzan alâ ibâdihil muslimin hamd bi haddi dercehinə ki dercehinğə ey Xudaya hər zaman. Burada da zahirən şey olubdur. Sətirləri after a few lines. Okey. Burada şey edir. İngiliscəyə tərcümə ediblər. Onu göstərir. Ya Resulullah gəlib vəsfinün həqdin vazihi və zuha. Ol Resulün çaryari şəmidək yürming xisal. Xudadad nüsrət bi bürhan din
فرو کرد بر تخت خاقان چین. burada da farsça yazıbdır. اما بعد زمایر والی موالی ممالیک ولایت و اهل دانش ایان مملکت uqalای اهل عالم و فضلای بنی آدم افاضل. Bunu bir şey yazıbdır. Bu fikir edirəm ki məcəllədə Qazati Müslimin adında bir şeydə bu çap olubdur. Ona görə fərqli bir şey yazıblar. Amma bunu oxuyayım görüm ki, nə deyir. Calibdir bunun beləsi yazması. اما بعد زمایر والی موالی ممالک ولایت و اهل دانش اعیان مملکت uqalای اهل عالم و فضلای بنی آدم افاضل اعالی و اسافل اهالی شریف و رضیعی خاص و عام لارغه ازهری من الشمس و اوضحی من الامس روشن و هویدا بلغایکم bu aləm gecrəftar, kəcrəftar və zamani qəddar əhl İslamlarğa bərəks nəticə görgüzüb, görsədib, neçəndillarning bu yüzüdə bu bir Moğolistan iqlimğə Çini kafirləri müsəllət bulub. Neçəndi? Çox gözəl bir şey mətnə yetişdik. Moğolistan getibdir Çinin işğalına deyə düşübdür. Bir də bu yüzüdə bir Moğolistan iqlimğə Çin kafirləri müsəllət bulub. Neçənd yıllar öz rəsmi qaidəsi və insaf qanuni bilə başlab müsəlmanların məkri hilə və fənd fərib birlə öz tərafika mail ilab əhl İslamının şər'i şərifinin əhkamlarını cari qılmaqqa uləmalardın ələm və müfti və qazi Şeyxülislam və müneccim xatib tətarlıq da ola bilər. Qətarlıq mən oxuyuram, amma tatarlıq da ola bilər. Qətarlıq mənsəbdar təyin ilab qalğan sahib fəzl əhl ilm larini mədrəsə məscidlərə axund imam müəzzin qılıb din işini mani qılman müsəlmanlarının göngülini bu təriqə birlə ram ilab yurt darlıq işğə müsəlmanlardan hakim əşqağa xəzanəti şanki biki marab mütəvəlli tutarlıq ya da qətarlıq aynı üstəki kəlmədir, aynı yazılıbdır. Neçənd mənsəbdarlar yəqin lab ələmdarlıqqa qıyıb hər birinin üz mərtəbəsinə baxıb neçənd o bulukidin Adəm neçənd qat fatmanlıqdın bir barıb kəndlərdəki müsəlmanlarını hərağan bulub yürüş birlə təsərrüf ilə bu yurtlarını kəmayen bəği üz təsərrüfüqə alıb qədimqi sahib diyanət dindarlar din kühnə adam qalmay İslam ziyayini kör məkan xəlq qalğanın bu yüzüdə bu kafirlər insaf qanun və rəsmi qaidəsini taşlab əhl İslamğa zülmü sitəmlar qılıb cəbri cəfasini gündin günqa ziyadə ilab bəzə müsəlmanlar nəhayəti zülmü sitəmdin qız bəlaları kafirlərinin fərmayişiğə oğulları zalimlərinin himayətiğə girqanıka sükut ilab uləma və üməralar bu bədkirdarlar işlərinin əlac və məsləhətini qılalmay müstərəb
müstər bulub və həm müsəlmanlar üzə sika qısım havadisat olacaqdır. Havadisat yüz gəltürüb. Çox gözəl bir türkçədir, ruznamədir bu, bir məcəllədir, orada bir məqalə yazılıbdır. Moğolistan işğal olubdur, onun haqqında çox gözəl xətti var. Biraz bəzi yerlərdə oxumaqda çətinlik çəkirəm bu xəttin, amma gözlə bunu adət eləyəndən sonra və cəlib budur ki, mən bu türkçəni anlaşıram, bununla anlaşa bilirdim. Yəni, bu türkçə, bilmirəm hara türkçəsidir. Mən bunu bir əks salım, bundan verim, görüm ki, bu mənə deyə bilər ki, bu hansı türkçədir. Məqalənin də əvvəlinə gedim ki, orada bir şey yazmışdı. Tamam. Bunu hara türkçəsidir, bunu da mənə desə, gözəl bir, əlbəttə burada getməmiş, bu Baad Kubiyi açım. Sonra gələcək buradan, gedək. Bu yazı hançı Türkçenin burada yazaq Türkçenin hançı ağzına ya ləhcəsinə sindəndir. Bu əlyazma dil baxımından klasik Osmanlı türkçəsi, Classical Ottoman Turkish dövrünə aiddir. Bu deyil. Lakin onun içindəki sözlər və sərf qramer özəlliklərinə baxdığımızda onu daha dəqiq bir çərçivəyə sala bilərik. Məncə bu yazı qaldı şeyin altında. Yəni üstdəki yazıların altında qaldı. Əslində bu əlyazma deyil, çapdır və mən burada yazım, bunu bir şəklə salım əslində. Mənə belə gəlir ki, siz xəta etdiniz. Bu kitab, mənə görə bu kitab basma ya da çap ola bilir. Aynı zamanda Cığatay ağzında yazılıb, amma çox sadə və rahat oxuna bilir. Gəlir mənə. Siz nə düşünürsünüz? Üstə demişdi ki, Classical Ottoman Turkish dövrünə aiddir. Lakin onun içindəki sözlər və sərf qramer özəlliklərinə baxdığımızda onu daha dəqiq bir çərçivəyə sala bilərik. Oğuz türkçəsinin batı, qərbi qolu. Qərbi qolu olur, yəni bugünkü İran, Azərbaycan Cumhuriyyəti, Türkiyə. Bu tərəflər olur. Deyir ki, bu əsər Oğuz türkçəsinin batı qolu üzərində qurulmuş
9-cu hicri illə geri getdi ora. Gördünüz deyirəm. Yəni o bir dana bir şey verəndə eləyə bilmir oradan çıxışı. Ləhcə və ağız üzəllikləri. Şəkildə mətndə bunlar əski Anadolu türkçəsinin izləri. Oldu, edib, göründü kimi burada yox idi. Bunlar biz orada görmədik. Belə bir şeylər görmədik. Yenə də getdi fəlahətin içinə, o da fəlahət deyildi. Yəni burada baxaq görək ki, sizin diqqətiniz və bu konudakı baxışınız çox da yerindədir. Bu böyük ehtimalla sizin əlinizdəki nüsxə və ya gördüyünüz örnək mənim ilk başda götürdüyüm ümumi Osmanlı qalibindən fərqli bir kökdən gəlir. Sizin vurğuladığınız iki nüqtəni çap olması və Çağatay dili birlikdə təhlil edək. Çap yoxsa əlyazma? Şəkildəki mətnə diqqətlə baxsaq, siz basma, çap ehtimalınız iki cəhətdən güclü görünür. Nəzm və tərtib, sətirlərin bir-birinə olan dəqiq fasiləsi, sözlərin haşiyələr içindəki nizamı və beyt kimi başlıqların eyni qalıbda təkrarlanması bir daş basma litoqrafi nüsxəsinə çox bənzəyir. Daş basma əsərlərlə elə bir formadadır ki, həm əlyazma gözəlliyini qoruyur, həm də çap olduğu üçün daha sahmanlı həman, oxunaqlı olur. Oxunaqlıq, əlyazmalarda bəzən kəlmələr bir-birinə keçir. Amma bu nüsxədə hərflər çox aydın və səlisdir. Bu da çap olma ehtimalını artırır. Çağatay ağzı haqda. Sizin Çağatay türkçəsi haqdakı fikriniz əsərin dil özəlliklərinə yeni bir işıq saçır. Əgər bu kitab Çağatay şərqi türkçə təsirində yazılıbsa, o zaman bizim qarşımızda bir neçə kük ola bilir. Orta Asiya fəlahət ənənəsi. Yox. Getdi yenə ora. Qoy bunu burada təzəşdən yazım ki, bu kitab fəlahət haqda ya Ronaq Əl-Bustan kitabıdan fərqli bir kitabdır. Görək nə deyir. Sizin bu diqqətli baxınız və şübhəniz araşdırma baxımından çox dəyərlidir. Klasik mətnlər üzərində çalışarkən bu cür fərqli ehtimalları ön plana çıxarmaq bizi daha dəqiq nəticəyə çatdırır. Gəlin bu iki qonunu çap olması və dil məsələsini birlikdə təhlil edək. Çap yoxsa əlyazma? Şəkildəki görüntüyə bir daha diqqətlə baxdığımızda sizin çap olma şübhəniz neçə səbəbdən ola bilir. Oxunaqlığı olması. Yazı çox təmiz və nizamlıdır. Sətirlər arası və kəlmələrin düzülüşü o qədər mürəttəbdir ki, ilk baxışda daş basma, litoqrafi və ya mətbəə çapı təsəvvürünü yaradır. Cədvəllər, mətnin ətrafındakı qırmızı çərçivələr yoxdur. Belə mətnin əvvəlində çərçivə mən görmədim. Bir də baxım. Ronaq Əl-Bustan 3 fayl. Qırmızı çərçivə yoxdur. Bəlkə qərə çərçivə ola bilər. Amma qırmızı çərçivə əslən yoxdur. Lakin kəlmələrin sonundakı hərəkətlər, qırmızı mürəkkəblər yenə də yoxdur. Bunların heç birisi yox idi burada. Çağatay türkçəsi ehtimalı. Çağatay türkçəsi haqqında fikriniz çox maraqlı bir nüqtəyə işarə edir. Niyə sadə gəlir? Çağatay türkçəsi özəlliklə Əli Şir Nəvai dövründən sonra klasik ədəbiyyatın ən gözəl və axıcı dillərindən biridir. Əgər bu kitab Çağataycadırsa, onda bizim baxdığımız əsər Ronaq Əl-Bustan deyil,
başqa bir fəlahət kitabı olması. Əslində bu ayrı bir şeydir. Dil müqayisəsi mətnində keçən gündüzü özü kəndüzi ehtimalən gəndüzi oldu, edib kəlmələri burada o cür bir şey mən görməmişdim. Bir də baxın buna görə ki deyim bu səhifədən üçün əks salmışıq. Burada o cür bir kəlmələr yoxdur. Yəni bu ingiliscəsi də var. Nədən? Bəlkə o iştibah bir ayrı əks vermişəm ona baxım görüm. Yox, bu kəlmədən əks vermişəm amma nədən isə belə düşünür. Bu qətən çapdır. Bunun əslində mənim şəkkim yoxdur bunda. Bu da şeydir, yəni bir dana iş görün, buna bir kələk vuraq. Yazılan bir ayrı səhifədən buradan ESL-i də şey yazılıbdır. Bunu bir əks salaq. Veraq deyək ki, bu tamam. Gələk buradan deyək ki, sizə başqa bir kitabdan və başqa bir səhifə və qonudan bir şəkil verirəm. Bunu mənə yazı, kağız, dil və əcnəbi dilində olan sözcüklər yazının dili və xətti haqda bilgilərinizi analiz edib verin. Cümlə düz olmadı, amma beləsi bir şey yazdıq. Görək nə deyir. Aidat. Əksi verməmişsən bunu yazdım. Çox yaxşı olmadı. Bunu silaq. Tazaşdan burada ayrıdan yazaq. Əvvəl əksi verək ki, bəlli olsun biz hangi əksi veririk. Sorumuzu nədən soruşuruq? Burada genə getdi. Onu heç zat verməmişəm, amma özündən başlayıb şeylər yazıbdır. Amma burada verdik, görək nə yazıbdır. Bu yeni şəkil öncədən tamamən fərqli bir coğrafiya və dil mühitini birə göstərir. Sizin haqlı olduğunuz nöqtələr burada çox aydın görünür. Gəlin bu səhifəni birlikdə analiz edək. Dil və ləhcə, Cığatay türkcəsi. Burada biz qati şəkildə klassik Cığatay türkcəsini, şərq türkcəsini görürük. Bunu sübut edən dəqiq dil nişanələri bunlardır. Qramer özəllikləri. Mətndə keçən irirdi, indi oldu, idi, irmiş, bulub, olub, oğlanları barırdı, oğlanları ora idi, var idi, bar idi, var idi. Kimi ibarətlər Cığataycanın əsasıdır. Kəlmələr üzə, üzrə yerinə, Moğolistan iqliminə, Moğolistan iqliminə, kimi kəlmələrdə ğə yönləmə halı şərq türkcəsinin göstəricisidir. Sadəlik. Sizin dediyiniz kimi dil çox axıcı və anlaşıqlıdır. Çün bala türkcəsinin öz əsalətini qoruya bilib. Bilmədim nə deməkdir bala türkcəsinin, başlanmadım. Yazı və xət, balasının ehtimalən, yəni bala demək burada balası, uşağı. Yazı və xət, nəstəlik kitabı. Xət növü
Bu yazı nəsəli xəttidir. Xəttat kəlmələri yuxarıdan aşağıya doğru çəpi mil ilə yazıb. Bu xətt növü xüsusilə İran, Orta Asiya və Hindistanda köçürülən türkcə əlyazmalar üçün çox yaygın idi. Bu dedi əlyazma, mən əlyazma bunu görmürəm. Qətvən görmürəm, əlyazma da deyil məncə. Özü də deyir əlyazmada, üstdə yəni çapı görürük. Kitabət. Bu bir kitabı nüsxədir. Yəni elmi və tarixi mətnləri köçürmək üçün istifadə olunan səlis və sürətli bir nəsr əlifdir. Kağız və fiziki forma, çap yoxsa əlyazma. Kağız. Bu şəkildəki mətn bir daş basma, litografi örnəyi kimi görünür. Yuxarıdakı 23 səhifə nömrəsi kənardakı FOL 190A varaq nömrəsi və yuxarıdakı möhür görünən üzrə bir kitabxana möhrü şayad Hind ya Pakistan bölgəsinə aid bu əsər elmi bir nüsxə olan çap etdiyini göstərir. Mən baxım görüm ki, belə bir şey var. Burada möhür var imiş. Heç mən bu möhrə diqqət eləmədim, amma özümüz bunu açaq görək ki, bir şey görə bilirik. Calibdir. Bu, əcəba hər səfədə var? Bəli, hər səfədə var. Çapdır. Yenə də mənim nəzərimə çapdır. Hər səfədə var. 3 səfə getdik qabağa. Biz buranı bir şeylə buradaydıq. Baxım görüm əksi də odur ya yox. Larınq himayətğə. Himayətğə olanda gələcək bura. Larınq himayətğə. Buradır. Bu möhrü oxuya bilsək. Ministry of Culture, Government of India. Burada hindi hərfi. Hindistanda çap olub bu. Bu da bunu göstərir. Əlbəttə möhrə bənzir. Bu möhür sonra vurulma ola bilər. Çünki möhür qıraqdan belə eşiyə çıxıbdır. Hər yerdə bu cürdür. Calibdir. Hər yerdə aynıdır. Yəni bu diqqətinə əl basma olmaz möhür. Bu diqqətinə möhrü əl basma eləyə bilməzlər. Nə cür olsa biraz aşağı yuxarı düşər möhür. Heç olmasa 1 milimetr aşağı yuxarı düşər. Burada iki tərəfdən möhür. Kağızın burası 90 dərəcədir. Bu səhifənin bu kəsiyi, bu da kəsiyi. Bu iki kəsikdə, yəni bu güşədə möhrü həm burada möhrün qərə xətti təqribən düşməyibdir, həm də burada üst xətti qərə düşməyibdir. Bu bunu göstərir ki, bu hər yerdə aynı vəziyyətdə vurmaq üçün bir möhrü imkansızdır. İmkansız gəlir mənə. Mənə imkansız gəlir. Onun üçün mən bunu əl yazma görmürəm. Məncə bu əl çapdır. Amma daş çapı ola bilər. Yəni bu da daş çapı da ola bilər. Amma daş çapı olsa möhürü də bu vəziyyətdə bu diqqətlə əcəba. Çünki möhürün ortasında 3 şer başı var və 3 şer ayağı var. Yəni ayaqları saymaq da olar hətta. Və bura boyunlarındakı o tükü də ki vardı burada və sinələrində. Bunun da orada bu daş üstə bu qədər cüz'iyyatı çəkmək olar ya yox, o mənim üçün bir məsələdir. Eyni halda ki, hər yerdə bu möhrü də görürük. Yəni FOL 190A here failure 6 lines of poetry. Belə bir şey deyibdir. Əcəba bu ola bilər ya yox, amma qeydaq buradan oxuyaq və yavaş-yavaş qutaraq kitabımızı. Bu şəkildə mətn bir daş basma örnəyi kimi görünür. Yuxarıdakı səhifənin filan nömrəsi oxuduq. Kağızın rəngi nisbətən samanı və köhnə görünür. Bu şey kağızlardandır. O şirkəti Hindi Şərqi, Doğu Hind şirkətinin kağızları o dövrdə. Lakin yazının tikrarları və hərflərin standardı onu bir mətbəə daş basma məhsulu olduğuna dəlalət edir. Əcnəbi sözcüklər. Mətndə ərəbcə, farsca kəlmələrin çatayca, cığatayca elə ehtimalən, ya çatayca ilə necə qaynayıb qarışdığını görürük. Ərəbcə tərkib, farsca tərkib, qonu.
Ben burada istəmişdim deyəm ki, cığata. Amma hər halda mən bunun fəqət nəsrəlliğini qəbul edirəm. Ondan sonra qalan şeylərini qəbul eləmirəm. Yəni bunu mən burada dostlarımız əgər şey etsələr, məni görsələr, bunu bilsinlər ki, biz şeyə diqqət yəni çox da diqqət eləməməliyik. Bir ayrı kitab açmışdıq. Acaba o kitabdan da bir vaxtımız olsa biraz oxuya bilsək. Bu kitab yazıb Badkubi. Bilmirəm nə deməkdir. 71 səhifə PDF yazıbdı. Bunun az olduğu üçün bir açaq. Əgər çox önəmli kitab olursa, bunu qalar ayrı günə. Kitabın əvvəl görək nə vəziyyətdə saxlanır. Kitabın gözəl bir nə deyək, şütürü deyirdilər çətlərdə buna. Şütürü bir lənginə cildi var. Bu cild ola bilər parça olsun. Üstündə gözəl nəqşəsi var. Kitab işlənibdir, qıraqlarından rəngi gedibdir, köhnəlmək görsənir. İçini açırıq. İçində Osmanlı dövrünə aid su üzündə çəkilən nəqqaşini rəsmi görürük. Kitabxana Məclis Şurayı Milli, zahirən bu İranın Şurayı Milli Məclisində saxlanır. İsmi kitab Təcridül Lüğat. Üstə iştibah yazıblar. Əlbəttə burada ikinci kitab bu bir. İkinci kitab nə idi adı? Kaşğəridən ad. Kaşğarlı, Məhmuddan 3 basma əsər. Basma yazdıq. Mən bunu basma dedi. Amma mən qəbul eləmədim. Burada yazıram çap. Bəlli olsun ki, mənim düşüncəm çapdır. Bu. Amma bu üçüncü kitab bu çox önəmli olduğu üçün bunu adını yazaq. 3 ad Təcridül Lüğat. Təcridül Lüğat. Yazar müəllif Əli Badkubeyi. Yazar Əli Badkubeyi. Saxlanan yer İran Milli Məclis Kitabxanası. Tamam. Burada bunu görürük. Kitabın şeylərini gördük. Tazaşdan ondan bir əks alıb, ehtimalən santimetr qoyublar. Santimetri bəli qoyublar. Kitabın 2 səhifəsinin eni Şirazə ilə bərabər. Çünki Şirazədə kitabın arxasında bu izafə elər biraz kitabın boyun. Onu nəzərdə alsaq. 39 santimetrdə. Yəni, eni kitabın hər səhifəsinin 19 deyək biz. Çünki biraz da kitabın haşiyəsi 19 santimetr kitabın enidir. Boyu isə 31 santimetr yarımdır. Bu da bu kitabın boyu. Tazaşdan yenə aynı əksi qoyubdur. Kitabın cildini açıbdır. Kitab çox gözəl bir vəziyyətdə qalıbdır. Burada Kitabxane Muze və Mərkəz Əsnad Məclis Şurayı İslami deyə bu da soralar vurubdur 1302-də. Bu möhrü nədən isə baxın orada Şurayı İslami və aşağıda möhrü vurub 1302. Biz 1300 yəni biraz möhrü cəl eləyiblər. Yəni İranda möhrü cəl eləmək çox sadə bir şeydir. Diqqət buyurun. Məsələn 1357-də inqilab olubdur. Bunlar gəliblər, möhrü qazıblar, götürüb qoyubdur 1302. Yəni bu qədər cəli tarix. Yəni bizim gözümüzün qabağında kitabın üstünə şah dövrün görmür. Hətta bu məclis 1302-də Qacar hakimiyyəti var. Qacar padişahı var, Qacar hakimiyyəti vardı. Hətta Pəhləvi də yoxdur. Amma Pəhləvi 104-də şah olur. 157-də Pəhləvi silsiləsi gedir. Fars İslam adına
farslar iş üstə gəlirlər və indi də o davam edir. Amma burada kitabxanada möhrü görürük ki, 1302 adına İslam Cumhuriyyəti deyə Məclis Şurayı İslami deyə yazıb burada. Milli desəydi okey olardı, amma hətta bu kitabxanə muzə ki deyibdi, bu da taza sözdür. Yəni bu möhür biz taza, çox tazadır. Yəni bəlkə 20 il deyil ki, Məclis Muzə deyə bir mərkəz düzəlibdi. Mən bunu soruşum. Kitabxanə Muzə və Mərkəzi Əsnadi Kitabxanə tamam. Muzə və Mərkəzi Əsnadi Məclisi Şurayı İslami hangi tarixdə təsis olundu və kim təsis eylədi? Tamam. Mən bunu bir də baxın burada görüm ki, düz yazmışam adı. Kitabxanə, Muzə və Mərkəzi Əsnadi Məclisi Şurayı İslami. İran Məclisinin kitabxanası Muzə və Sənədlər Mərkəzinin kökü məşrutə dövrünə qayıdır. Bu önəmli mərkəzin qurulması ilə bağlı əsas bilgilər bunlardır. Təsis tarixi. Bu kitabxana rəsmi olaraq 1288-ci günəş ili bu getdi ora. Yəni bu da xəbəri getdi o dibə. O halda ki, bu taza bir mərkəzdir. Mən bunu burada şey eləyim, yazım ki, bunu bəlkə mən əslisin gərək beləsi bir iş görəydim. Bunu salaydım cümənin arasına. Mənim xatirimdə belə qalıb ki, bu adla öncələr bir qurum yox idi. Bu adla ortaya çıxan qurum çox yeni, bəlkə də 20 il öncə qurulmuş ola bilir. Görək ki, bu nə deyir bu da? Sizin hafizənizdəki bu nüqtə çox dəqiqdir və əslən yanlış deyilsiniz. Burada biz bir ad və qurumsal birləşmə məsələsi var ki, sizin dediyiniz 20 illik zaman çərçivəsinə tam uyğun gəlir. Məsələni belə aydınlaşdırmaq olar. Adın yeniliyi, İslami Şurası Məclisi, sizin vurğuladığınız Şurayı İslami Məclisi adı 1357-ci il inqilabından sonra yaranmış bir addır. Ondan öncə bu qurumun adı Məclisi Şurayı Milli idi. Yəni İslami Şurası ilə bağlı qurumlar qanun baxımından yeni sayılırlar. Qurumların birləşməsi 1370-ci illər sonu. Sizin xatirinizdəki o 20-25 il bundan öncəki dəyişiklik bu böyük ehtimalla 1377-ci yox o deyil. Ola bilər 77 olsun. Düzdür. 1998 düz qayıdır. O tarixə qədər kitabxana, muzə və sənədlər mərkəzi ayrı-ayrı idarələr olunurdu. Kitabxana köhnə və köklü bir keçmişə sahib idi. Sənədlər mərkəzi özəlliklə inqilabdan sonra və məclislərin birləşməsindən sonra Məclis-i Sina və Şurayı Milli daha da önəmə mindi.
1370-ci ildə məclisin qərarına əsasən kitabxana, muzey və Mərkəzi Əsnad Məclis Şurayı İslami vahid bir qurum, sazman kimi birləşdi. Yəni bugünkü böyük və tanınmış ad və struktur, yəni çarşıvə deyək, mərkəz. İstruktur türkçədə mərkəz olunacaq, amma bina adına gəlir. Bu türkçədə işlənir. Latin bir sözdür, ingiliscədən gedib ehtimalən, ya fransızdan gedibdir şeylərə. Sizin dediyiniz kimi yenidir və məşrutə dövründəki o kiçik kitabxanadan çox fərqli bir qurumdur. Bəharistan binasına köçmə, adın və qurumun dəyişməsi ilə yanaşı, 1380-ci illərin başında məclisin yeni binasının tikilisi ilə bu mərkəzin fəaliyyəti daha da genişləndi və dünyadakı müasir arşiv əsnadlarında uyğunlaşdı. Xülasə olaraq sizin hissiniz doğrudur. O köhnə tarix 1288-ci məclisin ilk kitabxanasının təməlidir. Amma bugünkü gördüyümüz Mərkəzi Əsnad və Vahid Muzə ilə birləşmiş rəsmi qurum həmin sizin qeyd etdiyiniz 20-25 ilin məhsuludur. Sizin bu qurumun köhnə nüsxələr və ya kataloqları ilə o dövrlərdə üzləşməniz mi? Tamam, bunu geçək şeyək. Yəni, istədim burada sizə bunu göstərim ki, İran İslam Cumhuriyyəti və Fars sistemi hətta bunlar bir iş gördülər. Bir böyük daş, çox böyük, 10 tonluq, 15 tonluq, 50 tonluq belə bir daş, xəbəri yadıma gəlmir. Bunun üstündə Xəlic-i Fars deyə bir şeylər yazdılar, bir nəqqaşilər çəkdilər. Bunu apardılar, atdılar Xəlic-i Farsın içinə. Sonralar, bu da çox olsa 23 il, 24 il, 25 ildən ömrü çox deyil. Apardılar, saldılar ona, sonra da ondan gedib kəşf deyə ondan əks saldılar və yaydılar ki, bu şeydir, burada Xəlic-i Fars'a 1000 illik daş yazı var bunun altında. Amma daş yazıya baxsaz, çox taza bir daş yazıdır. Bu İranda belə bir sistem var, yəni mənimsəmək üçün sənəd düzəltmək, yalan sənədlər düzəltmək və əski sənədləri aradan aparmaq ki, öncədən bir kitabı da göstərdik ki, necə aradan aparıblar. Bu kitabın hər halda mən fikir edirəm ki, mənim vaxtım qutarır yavaş-yavaş. Amma kitab çox gözəldir. Bu kitab çox gözəldir. Bu qalsın ayrı bir gün Allah ömür verirsə bu kitabın üstündə danışarıq. Çox cəlib bir kitabdır, çox gözəl bir əl yazmadır. Amma bunun tarixinə görə bir şey tapa bilsəydim, çünki əgər tarix çox taza olsa, bunu oxumayacağam. Ona görə bir şey tapa bilsəm çox yaxşı olar. Burada bir şey yazıb qıraqda. Şaha. Bunu xəttdə oxuya bilmirəm. Şahadır, nədir, belə bir şeydir. İki kitabdan mürəkkəb bir kitabdır bu. Yəni bir kitab deyil, iki kitabdır. Biri qıraqda yazılıb, fikirlə bu kitabı görmüşük öncədən. Biri də ortada yazılıb. Amma hər halda ərzişi var ki, bunun üstünə biraz daha vaxt qoyaq, oxuyaq, görək nədir. Gedim axirində bir görüm tarix falan yazılıb, yazılmayıbdır. Bu qalsın. Bu qalsın, sabah baxaq. Bir ayrı gün ömür verirsə Allah, bu kitaba dərin bir baxmaq lazımdır. Həm gözəldir, həm də ki, iki qonu burada olur. Qabaqcan belə bir kitab oxumuşam. Yəni, o mənim zehnimə gəlir, amma bu qədər bu günə yetsin. Qalanı qalsın, bir başqa gün bunun haqqında danışarıq. Allaha min mərtəbə şükür ki, bu günləri ömür verdi və biz iki kitabla tanış olduq. Əgər səhv eləmişsəm, ya bir kitabla tanış olduq. İki kitabla tanış olduq. Düzdür, Kaşqərlinin adına yazılan kitab çap kitabdır və yeni bir şeydir. Bəlkə də ondan bir tarix tapa bilərdik, amma niyə bağladım mən onu? Bağlamasaydım. Bağlamışam. Görün, burada qalır. O kitab bölümü yox, burada da qalmır. Bəlkə ondan bir tarix tapa bilərdik. Mənim nəzərimə çapdır. Hindistanda çap olubdur. Hətmən hindilər ona tarix qoyarlar. Bu mənə bais olacaq ki, qeydən bir də tazaşdan o kitabı tapam. Gedim o kitabı bir də daha tapım. O kitabı 3 fayl Kaşqaridən.
Bunun əvvəlində və sonunda həttəmən bir şeylər olacaqdır. Mən tarixlərinə baxım. Görürüm ki, burada nə yazıldı. 3 Turkey manuscripts from Kashgar by E. Dinson Rose PhD o nə mənə filan beləsi yazıb by PhD filan. Burada bir tarix görmürəm, amma biraz səhvəni yekəlsəm bəlkə. Burada bir şey yazıbdı. Tarix gördüm burada yazıb ki the present volumes are all written on the same kind of paper and on folio 157B of volume 3 there is a colophon saying that the copy was made in AH 1322 1904 1322 ola bilməz ki 190 nədir bu? 190 acaba AD yəni yox 1904 1904 olur indi. AD nə deməkdir? AD 1904 nə deməkdir? Bunu tapım. Beləsi yazın. Qoy bunu hamısını götürün qoyun bura görüm nə deyir. Çünki mən bunu anlamadım. Anlamadığım üçün bu yazı nə demək istir? Görək ki, bu haqda nə deyirlər. Bu ibarə əl yazma kitablarında və ya tarixi qaynaqlarda keçən bir tarixləmə nişanəsidir. Buradakı qısalmaların və rəqəmlərin mənası belədir. İbarənin açılışı. AH nə deməkdir? Anno hicrai nə mənə? Latincə gələn bir qısalmadır. Hicri ili deməkdir. Hicri ili olsa nə olar? AD. AH nə mənədir? Burada AH yoxdur ki. Anno hicrai nə mənə? Latincə gələn bir qısalmaqdır və hicri ili deməkdir. Yəni bu tarix müsəlmanların hicri qəməri təqviminə əsaslanır 1322. Tamam, 1322 bu tamamdır. Yəni ən çoxundan indi 1446 diyox, 47 diyox. Bu da olar 1322 125 il bundan qabağın kitabıdır. Bu şey olar. Yəni bu birincisi. O zaman çap kitabı var. İbarənin açılışı tamam. AD Anno Domini beləsi bir şey deyibdi. AD burada gördük. Bu nə deməkdir? Latincədir və Rəbbimizin ilində mənasına gəlir. Bizim dildə həman miladi ili deməkdir. 1901 yazıblar. Bir də 1901 yazmayacaq, 4 yazacaqdı. Mən iştibah yazıb. 1901 yazıb burada. Miladi ili göstərir. Əlbəttə burada 1900 haradaydı? 4 rəsmən oxunur. Amma o 4-ün belə bir qıçı var. O qıç görsənmədiyi üçün az görsənir. Ona görə belə yazıbdır. 1901 miladi hələ deyək. Bu yazı bizə deyir ki, əlinizdəki əsər və ya hadisə Hicri 1320-ci ildə baş verib ki, o da miladi 1901-ə düşür. Mən indi bu tarixlər bir-birinə düz gəlir. Bir keçiş nöqtə, tarixə uyğun. Burada ciddi bir nöqtə var. Əslində Hicri 1322-ci il, miladi 1400-cü ilə düşür. Mən bunu düz demişəm. 1904-dür, o da bunu oxuya bilər. Əgər yazıda 1322 Hicri ilə 1100 şey yazsa, miladi yazına gəlibsə, burada 2 ehtimal vardır. Tamam, bu səhvlərdən işimiz yoxdur. Tamam, bu onu göstərir. Bu o tarixdə yazılıbdır. Yəni ingiliscə dediyi harada oxuyurduk bunu? Burada oxuyurduq. Aydad, bu nə mənədir?
Kitabı qatışdırdıq. Kitabı qatışdırdıq. Hə, bura ne? Burada 1323-də deyir ki, bu şey olubdu. Sonra da bunu yazıbdı. Bu 100 il bundan qabağın şey olmuşudur. Bunun aşağı xəttində bir şey yox idi. ...1800 nə burada bir şey yazıbdı. Bunlar da o qədər kiçikdilər ki, oxumaq da olmurdu. This cannot be the author of the Turkish Şahruxi edited by the Fulan 1835 whose name was Niyaz Muhammed Xogandi. Yəni bu adam tapıb bunu 1835-də. Ehtimalən bu 1835-də tapılan bir şeylə qarşı-qarşıya gəlirik. Mən bunu buradan götürsəm, bura qoysam, bu mənə daha yaxşı bəlkə bir məlumat verə bilər. Sizin paylaşdığınız bu İngiliscə mətn o şəkildə ki, cığatayca əlyazma və ya daş basma əsərin elmi analizinə, şərhinə aiddir. Burada bəhs olunan mövzu əsərin müəllifinin kimliyi haqda olan şübhə və araşdırmadır. Mətnin önəmli nöqtələrini belə açıqlamaq olar. Əsərin adı Tarixi Şahruxi. Tarixi Şahruxi mətnində qeyd olunur ki, bu əsər Tarixi Şahruxi adlanır. Bu kitab Xogənd xanlığının tarixi haqda yazılmış məşhur əsərlərdən biridir. Naşir mətnidə N.N. Pantasov adlı bir Rus şərqşünasın adı gətir ki, o bu əsəri 1885-ci ildə Qazan şəhrində çap etdirib. Hələ bunu o zamanı da çap olubdu. Şəkildəki 1836 tarixi böyük ehtimalla yanlış oxunub və ya köhnədir. Müəllif məsələsi Məhəmməd Xogənd. Yazıcı deyir ki, bu əsərin müəllifi Molla Niyaz Məhəmməd Xogəndi olaraq tanınır. Lakin burada bir təzad var. Sizin göndərdiyiniz o cığatayca şəkildə nəstəlik xətti ilə olan mühürdə və ya mətn içində başqa bir ad, yəni Məhəmməd Seyid Əbdülğəfur adı keçə bilər. Yox, o cür orada yoxdur. Məsələn, mətn deyir ki, Profesör Hartman bu adda Əbdülğəfur bir yazıcı tanımır. Yazıcını tanımır və onun bu əsərin müəllifi olmasına şübhə ilə yanaşır. CSL möhrü və nüsxənin kimliyi. Şəkildəki CSL nişanəsi Central State Library və ya oxşar bir elmi mərkəzin qısaltması ola bilir. Bu, sizin o cığatayca mətni gördüyünüz nüsxənin əslində bir kataloqda və ya elmi tədqiqat kitabxanada götürüldüyünü sübut edir. Analizin nəticəsi. Sizin o cığatayca şəkildə gördüyünüz mətn böyük ehtimalla Tarixi Şahruxi kitabının bir nüsxəsidir. Bu kitab dil, cığatay türkçəsi, qonu onda bir iş görək. İndi bunu tazaşdan bir əks salmalıyıq. Çünki bunu belə deyən də biz bunu kiçilsək, kitabı yerləşdirsək bura və bu İngiliscəni versək ki, burada danışır. Bu bizə deyər ki, tamam. Məncə indi bu əks doğru olacaqdır. Yəni bu əks İngiliscə bizə daha kitaba inanmayacağıq. Yəni kitabı yox, bu AI-ya inanmayacağıq. Amma eyni halda
burada nələr deyilir? Görək ki, bu ingiliscə mətni bizə nə deyir? Hətta desəydim bunu tərcümə elə daha yaxşı olardı. Çünki onda biz bundan bir çoxlu doğru məlumat. Bu şəkil sizin əvvəlcə göndərdiyiniz Cığatay mətni haqqında ən dəqiq və elmi bilgiləri üzərində daşıyır. Bu bir ingiliscə kataloq səhifəsidir və o əlyazmanı tanıtdırır. Burada deyilən əsas və önəmli nöqtələr bunlardır. Tarixin və yazıçının kimliyi. Yazıcı, müəllif. Mətn sərih şəkildə qeyd edir ki, müəllifin adı Məhəmməd Niyazi İbni Əbdülğəfur. İngiliscəsində yazıbdır. Dur. Sizin bir öncəki sözünüz bu da təsdiqlənir. Yazılma səbəbi Xotan yazılır. İngiliscəsi Xotan. Hakimi Məhəmməd Əziz Vang yazıcıya təklif edib ki, Həzrəti Adəmdən başlayaraq Xotan xalqlarına qədər uzanan ümumi bir tarix kitabı yazsın. Qaynaqlar. Yazıcı bu kitabı tərtib etmək üçün fars dilindəki məşhur əsərlərdən, məsələn, Əkbərnamə, Rovzətülcinan və Nigaristan istifadə edib. Kitabın bölümləri 3 cildlik əsərdir. Kitab 3 əsas hissəyə, qismə bölünür. Birinci bölüm Adəm əleyhisselamdan Çəngizxana qədər. İkinci bölüm Çəngizxadan Humayun Şaha qədər. Üçüncü bölüm Dünyanın əcaibləri, The Wonders of Creation. İçərici və maraqlı hekayələr. Peyğəmbərin həyatı mətnidə Həzrəti Adəm, Həzrəti Musa və Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləm haqqında bölümlər var. Əcuc ibni Ünük hekayəsi. Avc dedim qələtdir. Avc ibni Ünük hekayəsi. Katalog yazıcısı bir hekayəni gülməli, ridiculous adlandırır. Orada qeyd olunur ki, Avc adlı bir şuca və ya dev. Belə bir şey yazıbdır. Yazıb 380-23 gəz. Hündürlüyündə imiş. Buludlara əli çatırmış. Dənizin dibindən balıq tutub günəşə tutaraq bişirirmiş. Çəngizxan. Əsər Çəngizxanın nəsəbini Həzrəti Nuha bağlayır. Aşağıdakı elmi mübahisə. Dipnot. O göy rəngilə işarələdiyiniz, mən işarələmişəm, bölümdə araşdırmacı deyir ki, mən belə düşünürəm ki, bu şəxs Məhəmməd Niyazi ibn Əbdülğəfur 1885-ci ildə Qazanda çap olan Tarixi Şahruxinin, burada çapı da dedik ha, müəllifi Niyaz Məhəmməd Qəndi ilə eyni adam deyil. Məhəmməd Niyaz ibn, bu biri yazıbdır, biri xəttatdır. Bunu düşünə bilməyiblər batılılar. Tarix Şahruxi eyni müəllif ilə eyni adam deyil. Profesor Hartman da bu ada bir yazıcı tanımır. Nəticə, bu sənə sübut edir ki, sizin o Cığatay nüsxəsiniz əslində tarixi Rəşidi. Bu hardan gəldi? Rəşidi deyildi. Üstə dedi tarixi nə mənə? Tarixi Allah Allah. Tarixi Şahruxi demişdi üstə. Bunu iki yerdə işarə eləmişdi. İndi burada Rəşidi deyəndə biraz adam şey olur. Yəni şey olur hər halda. Kitabından bir növ-i davami və ya ona asaslanan bir məcmuədir. Əvvəlcə dediyimiz Tarixi Şahruxi ehtimali bu talalıqlara əsasən rədd olunur. Tamam. Sizin o Cığatayca səfhədə oxuduğunuz Xocam sözləri böyük ehtimalla bu mətnə adı keçən o böyük Xocələrin və ya Çəngiz nəslinin adı ilə bağlıdır. Tamam, bu qədər yetər. Məncə bu çaplığı da şey elədik, qoyduq. Gözəl bir şey. Amma tarixdə ən çox dedik ki, bu 1800 neçədə idi. Onu da yenə qalsın. Bir ayrı gün yenə bəlkə
1800 burada harda idi? 1888 idi. Neçə idi? Orada yazıda gördük. Burada 1885 ilində birinci dəfə çap olmuşmuş. Ki buradan bu üzədə əlbəttə bir şeylər yazılıbdır. Tarixlərə görə bu dərdə dəyərmiş. Burada da böyük tarixlər varmış, amma Kitab-ı Qəzzat der Mülk-i Çin. Ehtimalən bunlar şeydirlər. Bu kitaba çox da ilgisi yoxdur. Panevis deyirlər farsça, onlardan ola bilər. 1876-da bu şey olubdur. Bundan da bir əks salıram. Bu kitabı getməmişdən heç olmasa bunu şey eləyək gedək. Kitabın haqqında bir doğru bilgi alaq gedək. Bunu ayrı səhifədə verirəm. Əlbəttə yox, gedim elə burada veririm ki, şey olmasın. Tamam, bura gəldik. Təzəşdən burada bu səhifədə bunu verək. Bu əksi verək. Yoxsa bu kitabın haqqında bizə nələr deyir və qutaraq beləliklə. Dedi ki, bu şəkil araşdırdığınız əsərin 3-cü cildindən maraqlı bir tarixi hadisəni təsvir edir. Vəlixan Törənin üsyanı, The Revolt of Vəlixan Tora haqqıdadır. Bu üsyan 19-cu yüzilin ortalarında Kaşqar bölgəsində baş vermiş önəmli hadisələrdən biridir. Tamam. Bunun onda ilgisi yoxdur şeyə. Kaşqarlı Məhmuda ki. Çünki 19-cu şeydə olubdu. Mətn və dil, Cığatay türkçəsi. Burada belə görünür, Cığatay türkçəsinin özəlliklərini görürük. Mətnin bir hissəsini oxuyub sadələşdirsək, Vəlixan Törə nam bi sərəncam. Bunu mən oxumuşdum, onlara getmirik. Yazı xətt. Yenə çox səlis və oxunaqlı bir nəsrəli xətti görürük. Bu yazı tərzi Orta Asiyada Xoqənd, Kaşqar, Buxara köçürülən tarixi mətnlərin xarakteristik xəttidir. Çap növü bu görüntüdə hərflərin ətrafındakı mürəkkəb olacaq ehtimalən. Mürəkkəb dağılması və kağızın toxunmasına baxındığımıza bunun qətən bir daş basma olduğunu deyə bilirik. Tamam, bu dedi ki, daş basmadır. Bu yuxarıdakı 6 səhifə nömrəsi də bunu təsdiqləyir. Qonu Vəlixan Törə kimdir? Cali bir nöqtə. Sizin əvvəl vurğuladığınız o sadalıq burada da var. Baxmayaraq ki, mətn 19-cu yüzilə aiddir, lakin şəmləmələrin əsası girib bulub qoyğandın bizim üçün hələ də tanışdır. Bu mətn əslində Şərqi Türkistanın Uyğur bölgəsinin qaranlıq və çətin bir dövrünə işarə edir. Sizin araşdırdığınız bu Məhəmməd Niyaz ibn Əbdülğəfur kitabı Şərqi Türkistan tarixi üçün çox önəmli bir qaynaq sayılır. Tamam, gördük, bu qədər bizə yetişər. Çox-çox Allaha şükür olsun. Bu günləri çox gözəl şeylər öyrəndik.